bacarıqdır və dəyərlər toplusudur, səriştə adlanır. Uşaqlarda kiçik yaş qruplarında onu formalaşdırmağa çalışırıq, amma daha çox 5-6 yaşa aiddir və səriştələr özləri 3 kateqoriyaya bölünür. Təfəkkürlə bağlı, fəaliyyətlə bağlı və dəyərlərlə bağlı bölünürlər. Müəllimə deyim hamısının açıqlamasını, yoxsa sual Belə deyim də müəllimə, məktəbə hazırlıq qrupundan biz bunu formalaşdırırıq. Bəli, Düzdür, uşaqlarda 5-6 yaşa. Yaxşı, bəs səriştəli uşağı cümlələrinizlə ifadə etsəz, səriştəli uşaq kim olar? Yəni bir var səriştə, bir var səriştəli uşaq. Yəni səriştə başa düşdük ki, bilik, bacarıq, vərdiş və dəyərlərin toplamıdır. Bəs səriştəli uşaq sizin cümlələrinizlə necə ifadə olunur? Səriştəli uşaq kimdir? Səriştəli uşaq dedik, yəni hər tərəflidir. Hər tərəfli olur. Məsəl üçün səriştəli uşaqlarda səriştələri daha çox formalaşdırmaq üçün uşaqlarda məşğələləri yaxşı keçmək lazımdır. Məşğələlərdən kənar fəaliyyətlərdə, məsəl üçün oyunlarda, gəzintidə hamısında aktiv iştirak etməlidir. Yəni hər şeydə öndə olur da müəllimə. Nətər fikrimi çatdırım? Bəli, yəni səriştəli uşağı necə formalaşdırmaq lazımdır desək, deyirik düzgün planlaşdırılmış fəaliyyətlərin hesabına. Gündəlik düzgün fəaliyyətlərimizi planlaşdırsaq, ta körpələr qrupu. Bəli. Ta körpələr formalaşdıra bilərik. Bəli, ta körpələr qrupundan məktəbə hazırlıq qrupuna qədər biz bunu etməliyik ki, artıq məktəbə hazırlıq qrupunda uşaq 3 kateqoriya üzrə də səriştələrə yiyələnə bilsin. Düzdürmü? Bəli. Yaxşı, siz mənə deyin görüm. Bizim səriştəli uşağı formalaşdıran müəllimədə hansı etik davranış prinsipi özünü göstərər? Etik davranış. Məsəl üçün, birinci mədəni davranmalıdır, mədəni davranış olmalıdır, qərəzsiz olmalıdır, hər bir uşağa eyni yanaşmalıdır, mədəni müxtəlifliyə hörmət səriştəsi, daha çox qərəzsizlik. Mədəni davranış olmalı, peşəkar olmalıdır, peşəkarlıq və fərdi məsuliyyət özünü göstərməlidir. Onda deməli, səriştəli uşağı yetişdirən, hazırlayan müəllimə peşəkar müəllimədir, düzdür? Bəli, peşəkar müəllimədir. Və fərdi məsuliyyəti olan, peşəkarlıq və fərdi məsuliyyətə sahib olan müəllimədir ki, o bir uşağı səriştəli bir uşaq halına gətirib çıxara bilir. Uşaqlar hər hansısa bir əşyaya, ona bir orijinallıq qatırsa, bu zaman kreativlikdir. Uşaq qrupa yeni daxil olan rus dilli bir uşaqla ünsiyyət qurmaq üçün onun dilini öyrənməyə çalışırsa, bunu mədəni müxtəlifliyə hörmət, amma dil biliyi ünsiyyətdədir. Dil biliyi varsa, bu birbaşa olaraq ünsiyyət səriştəsində yer alacaq. Yaxşı, bəs bir müəllimənin hansı etik davranış prinsipi uşaqlarda mədəni müxtəlifliyə hörmət səriştəsinin formalaşmasının təməlini qoyar? Məhz qərəzsizlik. Bəs qərəzsizlik, doğrudur. Yaxşı, bəs siz mənə deyin görüm, qərəzsizlik prinsipinin açar sözləri nələr idi? Qərəzsizlikdə olmalıdır, 4.3 standartıdır, mədəni müxtəlifliyə hörmət səriştəsidir, bərabər imkanlardır. Təlimdə bərabər imkanlardır, səlahiyyətindən kənar məsələlərə müdaxilə etməməlidir, öz vəzifə funksiyasından öz maraqları üçün istifadə etməməlidir. Bəli, nəinki öz marağı, siyasi cəhətdən də bir tərəf olmalıdır. Bəli, nəinki özünün marağı, hətta kənar şəxslərin marağı üçün belə istifadə etməməlidir. Yaxşı, uşağın çətin vəziyyətlərdə bir çıxış yolunu tapıb, həmin vəziyyətdən çıxmağı bacarması hansı səriştəyə sahib olması deməkdir? Problem həll etməsi. Problem həll etməsidir. Məsələn, bir nümunə desəz? Məsəl üçün, yanğın baş verir. O yanğından, məsəl üçün, o problemi həll etmək lazımdır. Misal göstərə bilərik. Məsələn, ondan bir çıxış yolu tapmaq lazımdır ki, yanğını necə söndürmək lazımdır. Yaxşı, siz mənə deyin görüm, əgər Ayxan tez nəticəyə gəlməyi bacarırsa, onda hansı səriştə var? Qərar qəbul etmə. Qərar qəbul etmə var. Müəllimə, bəs sensor inkişaf nədir ümumiyyətlə? Sensor inkişafın təməlində nələr dayanır? Hansı psixoproses dayanır? Ətraf aləmi, yəni ki, hiss üzvləri vasitəsilə duyulmasıdır, eşitməsidir, qavramasıdır, görməsidir. Yəni 5 analizatordur.
Yəni ki, burada insanın ətrafa açılan 5 pəncərəsi kimi də bunu götürə bilərik. Onlar vasitəsilə olur. Bu sensor inkişaf adlanır. Yəni Sensor duyması, inkişafda bəli. aha, deyin. Yəni ətraf aləmi duymasıdır, eşitməsidir, qavramasıdır, görməsidir. Aha. Onda belə deyə bilərikmi ki, sensor inkişafda hansı psixi proses daha çox ön planda olur? Daha çox qavrama ilə duyğu ön planda olur. Duyğu dedikdə məsəl üçün toxunmadır, görmədir, eşitmədir, qoxudur, bunlardır. Amma qavramada məsəl üçün əşyanın formasıdır, rəngidir, ölçüsüdür, çəkisidir, bunları hiss etməsidir. Yaxşı. Sensor inkişaf üçün hansı oyunları daha çox məsləhət görürsüz? Daha çox məsəl üçün birinci konusvari piramidadır. Burada uşaqlar əşyaları ölçülərinə görə yığırlar. Yəni böyük halqadan kiçik halqaya qədər yığırlar. 1-3 yaşı əhatə edir. Toxunma hissini inkişaf etdirmək üçün oyunlardır. 2-5 yaşı əhatə edir. Yəni hər hansı bir nəyisə toxunurlar burada. Kinestetik öyrənmək kimi toxunaraq öyrənmədir. Sonra rəngli kubiklərin rənginə görə ayrılmasıdır. Bu da 2-4 yaşı əhatə edir. Yəni uşaqlara rəngli kubiklər verir. Rənglərə görə onları ayırırlar. Meyvə və tərəvəzlərlə oyundur. Həm meyvə qoyuruq torbanın içərisinə, həm də tərəvəzləri yığırıq. Uşaqlar ayırır. Bu da 3-5 yaşı əhatə edir. Sonra yamsılamaq oyunudur. Bunda kiçik motorika adlandırırıq. Yəni jest və mimikalardan istifadə edirik. Ümumiyyətlə biz öyrəndiyimiz oyunlardan hansı oyunları götürərsiniz? Bu əla, bu doğrudur. Məsəl üçün bizim öyrəndiyimiz oyunlar kateqoriyası var idi. Bilirsiniz, oyunun 2 növü var idi. Yaradıcı oyun, didaktik oyun, bir də əlavə olaraq. Təklikdə oyunu məsəl üçün götürə bilərik ki, bu aid ola bilər. Çünki toxunma var burada. O daha çox hansı sensor inkişaf dönəminə təsadüf edir? Təcrübəyə. Sensor təcrübəyə. Təcrübəyə uyğun gəlir. Aha. Bəs bu sensomotor oyunlar necə? Sensomotor etal böyük motor, kiçik motor. Bunda da məsəl üçün toxunma var. Var, amma hansını götürərsiniz? Yəni sırf olaraq sizdən soruşsa ki, məsəl üçün sensomotor oyunlar uşaqlarda daha çox sensor təcrübənimi, sensor tərbiyənimi, sensor mədəniyyətimi, yoxsa sensor etalonu mu formalaşdırır? Məsəl üçün hansına daha uyğun gəlir? Tərbiyəni. Sensomotor oyunlarda tərbiyəçinin rolu yoxdur axı, daha çox sensomotor oyunlarda şu an təcrübədir. Sensor təcrübə. Sensomotor oyunlarda böyük yaşlı uşaqlarda daha çox yaxşı fəaliyyət göstərə bilir. Ona görə daha çox mədəniyyət dönəmində uşağın ayırd etməsi, fərqləndirməsi, məsəl üçün qumla, su ilə oynayırsa, o artıq qumu, suyu ayırd etməyi bacarır. Onlar arasındakı fərqi, anlayışları dərk etməyə, müqayisə etməyə başlayırsa, bu müqayisələr artıq başladığı dönəm ən çox uşağın 4-5 yaş dönəmidir ki, uşaq hər şeyə tənqidir. Bəli, daha çox sensor mədəniyyət özünü göstərəcək. Musiqinin harmoniyasını başa düşür burada uşaqlarda. Uşaqlarda musiqi zövqüdür, rəng zövqü formalaşır, əyani obrazlı və tənqidi təfəkkür səriştəsi uşaqlarda formalaşır və uşaqlar nəyin yaxşı, nəyin pis olduğunu bilirlər, fərqi tapa bilirlər. Əla. Sensor tərbiyə kimin adı ilə bağlıdır? Uşinskinin. Uşinskinin adı ilə bağlıdır. Uşaq hansı yaşda rəngləri fərqləndirməyə başlayır? 4-5 yaşda. 1 yaşda rəngləri fərqləndirməyə başlayır. 1 yaşda. 2 yaşda tərbiyəçinin köməyi ilə rəngləri adlandırır. 3 yaşda rəngləri bir-birindən fərqləndirərək qırmızı, sarı, göy, yaşıl adını deməyi öyrənir. Yəni bu bizim yadımızda qalsın. 1 yaşda artıq necə fərqləndir? Yəni gözlə görərək fərqləndirmək də belə deyim. Məsəl üçün bilir ki, bu qırmızı, başa düşdünüzmü? Artıq 2 yaşda tərbiyəçinin köməyi ilə adlandırır. Bənövşə, qırmızı, yaşıl, sarı. 3 yaşda isə artıq uşaq özü onları başlayacaq bir-birindən fərqləndirməyə. Məsəl üçün bu qırmızıdır, bu sarıdır, bu göydür, top tutaq ki, deyirəm qırmızı rəngdədir, günəş sarı rəngdədir, ot yaşıl rəngdədir. Artıq bunları ayırd etməyə başlayacaq. Müqayisələrini isə deyə bilərsiniz. Bəli, artıq məsəl üçün rəng çalarlarını fərqləndirmək hansı yaş qrupundadır? 5-6 yaş qrupunda. Yox, rəng çalar. Rəngi qataraq yeni rəng çaları əmələ gətirirsə 5-6 yaşda, amma rəng çalarlarını fərqləndirmək 4-5 yaş qrupunda özünü göstərir. Təşəkkür edirəm Müsalim müəllimə. Çox sağ olun. Sağ olun. Siz sağ olun. Sizdən sonra Günlarə müəllimə. Gəl müəllimə.
Günay müəllimə başlamışıq, özə nə başlamışıq? Artıq hər şeyi təkrar edəcəyik bu gün. Biz sizdən yanaşmaları keçməmişik də hələ, hə? Yəni Montessori falan keçməmişik, düz xatırlayıram. Sual verin. Yox, verməyəcəm. Sual sadəcə öyrənmək istəyirəm, görüm biraz başım qarışıq olub deyə. Tam qrupların hamısı yadımdaydı, nə keçmişəm. İndi biraz beynimdən çıxıb. Sizlə danışaq müəllimə nə haqqında? Sizlə danışaq sensor təcrübə ilə sensor tərbiyənin fərqi haqqında. Nədir onların fərqi? Sensor təcrübə müəllimə kiçik yaşlarında olur. Əl vurur, məsələn, peçə əl vurursa, əli sinir, onu təcrübə kimi hiss eləyir də. Amma sensor bir də nə dediniz? Tərbiyə. Sensor tərbiyədə böyük yaşlardadır müəllimə. Böyük yaş deyəndə, məsəl üçün, hansı yaş qrupu? Sensor təcrübə 0-2 yaşdadır deyəsən. Sensor tərbiyədə 2-3 yaşdadır, hə? 2-3 yaşda. Yox, 2-3 yaşda, 3-4 yaşda müəllimə. Sensor tərbiyə 2-3 yaşdadır. Yəni belə deyək də, mədəniyyətə qədər davam edir. 2-3 yaşdan başlayır. Hansı ki, sensor mədəniyyət 4-5 yaşda deyil. Yəni o dönəmə qədər özünü göstərir. Sadəcə olaraq mənbələrdə 2-3 yaş olaraq qeyd olunur. Təcrübə 0-2 yaşdır. Tərbiyə 2-3 yaşdır. Mədəniyyət 4-5. Mədəniyyətdə 4-5. Aha, etalonda artıq 5-7. 5-6. Bəli. Bu yaş dönəmini əhatə edir. Tərbiyə ilə təcrübənin fərqini necə başa düşdük indi biz? Məsəl üçün, tərbiyə nədir? Tərbiyədə kimin rolu var? Təcrübədə kimin rolu daha çox? Tərbiyədə müəllimin rolu var. Təcrübədə uşaq, məsələn, əl vurur, öyrənir, təcrübə edir. Təcrübə qazanır. Amma tərbiyəni müəllim verir. Tərbiyədə 2 nəfər var. Bəli, onda deməli, təcrübə uşağın özünün ətraf aləmi hiss üzvləri vasitəsilə qavramasıdır. Düzdürmü? Bu da ən çox hansı oyun dönəminə təsadüf etdi? Bu da təklikdə oyun. Aha, tək oyun dönəminə təsadüf etdi. Yaxşı, bəs Piaget'in hansı mərhələsinə təsadüf edər? Hissi hər iki, 0-2 yaş mərhələsinə aiddir bu da. Təsadüf edər. Aha. Yaxşı, siz mənə deyin görüm. Sensor təcrübənin əsasında təfəkkürün hansı növü formalaşırdı? Hə, təcrübə oldu, orada obraz, əyani obraz. Əyani obraz təfəkkür hansı yaş qrupundaydı? Müəllimə, siz, yox, əyani əməli. Əyani əməli. Aha, əyani əməli. İndi izah edin görüm siz mənə, əyani əməli mi birinci yaranır, sonra mı sensor təcrübə, yoxsa sensor təcrübə, sonra mı əyani əməli təfəkkür? Birinci əyani əməli yaranar, toxunur. Sonra Niyə? Birinci təcrübə. Bəli, birinci təcrübə eləyir, sonra əyani əməli. Orada iş görür, başlayır, işığı yandırır, keçirdir. Onda belə deyək də, məsəl üçün bir uşaq topa toxunursa, bu toxunması təcrübədir. Düzdür? Amma topu atıb tutursa, bu artıq əyani əməlidir. Əyani əməli təfəkkürə aid olacaqdır. Bəs əyani obrazı təfəkkürü hansı sensor mərhələ özündə əks etdirər? Əyani əməlidə yox, əyani obrazını. Əyani obrazlı, bəli. Əyani obrazlı da aiddir, 3-5 yaşa aiddir. Bu da təcrübə, sensor tərbiyəyə aid olar. Əslində belə deyim, sensor mədəniyyətdə də var əyani obrazlı. Ən çox amma sensor etalondadır. Çünki niyə görə sensor etalonda? Sensor etalonda, bəli. Birinci olaraq uşaqda etalon formalaşır. Məsəl üçün, rəng etalonu, düzdür? Sonra artıq onu uşaq beynində görməsə belə özü üçün neynir? Aktivləşdirə bilir, canlandıra bilir. Məsəl üçün, siz artıq günəş deyən kimi, avtomatik uşaqda günəş etalonu var deyə, günəşin forması da, bəli, rəng çaları da, hər bir şey onun artıq beynində bir obraz kimi öz əksini tapacaq. Buna da nə deyilir? Müəllimə, istəyirəm, olar bir sual verim. Aha, verin. İndi bu sensor mədəniyyətdə əyani obrazı təfəkkür deyirik. Əyani obrazı təfəkkürdə 4-5 yaşdadır. Axı, mədəniyyətdə 5-6 olanda 6-nı keçirsə, onda məntiqi təfəkkürə gəlmir.
Məntiqi sözlü təfəkkür niyə görə demirik biz sensor etalonda? Düzdür, orada danışması da var. Amma yenə beyin vasitəsilə bir çox işi həll edir də. Məsəl üçün sensor mədəniyyət 4-5 yaşdadır. Uşaq onu da beyni vasitəsilə ayırd edir, müqayisə edir. Neynir? O hər şeyin yaxşısını, pisini artıq beynində formalaşdırıb deyə obrazlı formada. Obrazı da 4-5 yaşda. Bəli. Amma məsəl üçün Etalonda da var. Etalonda var, amma məsələn o 6 yaşa görə onu biraz məntiq kimi götürmək olmaz. Məntiqi sözlü o zaman olar ki, məsəl üçün uşaq artıq danışsın. Uşaq artıq o şeyin bir məntiqini başlasın söyləməyə. Amma məsəl üçün siz deyirsiniz ki, günəşin forması nə formadır? Uşaq artıq onu birinci növbədə beyni vasitəsilə onu canlandırır, ona əsasən deyir. Nəyə əsasən? Çünki etalon var. Etalon olan yerdə də uşağın beynində bir obraz var. Həmin obraza əsasən də uşaq sizə doğru cavabı verir. Çünki artıq o etalon. Etalon nədir? Standart anlayış, yəni hamı tərəfindən qəbul edilən. Obraz haqqında təsəvvürlərin formalaşdırılması. Bəli. Yəni buna əsasən artıq uşaq onu deyə bilirsə, deməli uşaqda da həmin etalon, həmin anlayış, obraz kimi beyində formalaşıb deyə artıq uşaq onu nitqinə gətirə bilir. Bir də var, uşağa sual verirsən, uşaq artıq onu məntiqli formada sənə izah edir. Bu tamam başqa bir şeydir. Ola bilər məntiqi sözlü də həmin dövrə təsadüf edir, amma etalonla birbaşa olaraq əyani obrazı bir-birini tamamlayır. Yəni bir-biri ilə paralel olaraq əlaqəlidir. Aydın oldu mu? Oldu, çox sağ olun. Siz sağ olun. Hə. Cünayə müəllimə, siz mənə deyin görüm. Bizim hansı səriştəmizdir ki, bu səriştəmiz daha çox müzakirə işi sonunda istifadə olunur? Bu tənqidi təfəkkür. Bu tənqidi təfəkkürdür. Tənqidi təfəkkür sensor inkişafının hansı mərhələsində çox önəmlidir? Burada müəllimə yəqin sensor etalon olar. Olar, amma ən çox. Yəni orada da ola bilər, amma ən çox. Ən çox uşaq harda müqayisələr aparır, ən çox harda yaxşını pisdən ayırd edə bilir. Bu məntiqi təvəkkürdədir. Məntiqi əyani obraz deyil, sözlü məntiqiyə aiddir. Bir də sensor mədəniyyətdə, sensor mədəniyyəti deyin. Deyin, sensor mədəniyyətdə uşaq neynirdi? Yaxşını pisdən seçirdi. Hansı müəllimə qəşəngdir, hansı müəllimə çirkindir, hansı müəllimə qəşəng qoxur, hansı müəllimə belə deyək, özünə baxmır. Yəni bunları artıq neynirdi? Ayırd edirdi, müqayisə edirdi. Deməli onda tənqidi təfəkkür hansı sensor inkişafla əlaqəlidir daha çox? Sensor mədəniyyətlə. Sensor mədəniyyətlə. Yaxşı, siz mənə deyin görüm. Bizim hansı səriştəmiz idi ki, bu səriştəni biz uşaqlarda daha çox ətraf aləmlə tanışlıq məşğələsində formalaşdırardıq? Ətraf aləmlə tanışlıq məşğələsi uşaqlarda ən çox hansı səriştəni formalaşdırar? Düzdür, keçməmişəm ətraf aləmlə tanışlıq, amma sizin üçün də hər gün bu məşğələni təşkil edən bir müəllimə kimi, hər gün deməyim. Yəni, problem həll etmədə ola bilər. Bir də yaradıcı da ola bilər müəllimə. Yaradıcılığı mən daha çox götürərdim rəsm məşğələsinə, məsəl üçün. Var, o ətraf aləmdə də var. Sadəcə əsas məqsəd o deyil də. Yəni hamısında onsuz da, hərəsindən hamısında var. Amma bir var əsas məqsəd, bir var inteqrasiyası. Məsəl üçün ətraf aləmə tanışlıq birbaşa olaraq orada standartlarda fikir versək, ikinci körpələr qrupundan etibarən uşaq neynirdi? Öz adını deyil, yaxınlarının adını sadalayır və vətənini adlandırır. Vətənini adlandırır, düzdür? Vətənini adlandırırsa, hansı səriştə formalaşacaq artıq uşaqda? Müəllimə, ünsiyyət olar da onda yəqin ki. Ünsiyyət var, birbaşa var. Ünsiyyət səriştəsi də var orada. Əməkdaşlıq səriştəsi də var orada. Sonra tənqidi təfəkkür səriştəsi də var orada. Yox, fəal vətəndaşlıq. Fəal vətəndaş mövqeyi də var, milli kimliyin dərki də var, çünki bayramlar da oradadır, düzdür? Yəni, həm milli kimliyin dərki var, həm fəal vətəndaş mövqeyi var. Yəni, uşağın Azərbaycanı, belə deyək, dərk etməsi, vətənini adlandırması, orada hər iki səriştəni bir araya gətirir. Həm fəal vətəndaşlığı, həm də milli kimliyin dərki və milli iftixar hissini. Fəal vətəndaşlıq mövqeyi demişkən, nədir fəal vətəndaşlıq mövqeyi?
Necə Yaşadığı formalaşdırırıq? ölkə haqqında məlumatlıdır, tanıyır. Məsələn, hansı bağçaya gəlir, tanıyır. Bağçadan misal üçün belə misal çəkə bilərik. Göyçayın, məsələn, Göyçay narları ilə seçilir. Hər yer adlandırır. Məsələn, üzə çıxan bir yerini də tanıyır. Şəhərinin, yaşadığı şəhərin adını bilir. Müəyyən bağçasıdır, yaxın əraziləridir, yəni tanıyır, bilir. Əla. Uşağın yaşına uyğun da müəllimə. Onda belə deyək də, fəal vətəndaşlıq mövqeyinin sayəsində uşaq birbaşa olaraq həm yaşadığı ölkə, həm yaşadığı bölgə haqqında məlumatlı olur. Vətəninin, paytaxtı və öz yaşadığı bölgənin nəyi ilə məşhur olması, hansı abidələrin harda yerləşməsi, yəni bunlar haqqında da əsl fəal vətəndaşlıq mövqeyi səriştəsi bir növ bir vətəndaş kimi vətənini təmsil etməkdə, belə deyək. Milli kimliyin dərki və milli iftixar hissi isə vətəninlə qürur hissi, fərəh hissi keçirmək, onu daşımaq deməkdir daha çox. Bu kimi özündə göstərir. Məsəl üçün, Azərbaycançılıq milli kimliyin dərki və milli iftixar hissi ilə daha çox uyğun gəlir. Düzdür, orada da fəal vətəndaşlıq mövqeyindən də müəyyən qədər biz hissələri əlavə edə bilərik. Çünki bir-birini tamamlayır sözün həqiqi mənasında. Amma fəal vətəndaşlıq mövqeyi birbaşa olaraq daha çox uşağın yaşadığı ölkədə, yaşadığı bölgədə fəal iştirakından xəbər verən bir səriştədir. Yəni, əsl fəal vətəndaş kimi yetişməsindən danışan bir səriştədir. Yaxşı, siz mənə deyin görüm, bizim hansı səriştəmiz idi ki, bu səriştəmizi formalaşdırmaq üçün biz uşaqlara əmir etməməliyik, əmir verməməliyik. Bu qərar qəbul etmədir müəllimə. Qərar qəbul etmə səriştəsidir. Müəllimə, fəal vətəndaşlıq mövqeyini yaşadığı bölgə, ölkə haqqında uşağı məlumatlandırmaq üçün hansı güşədən istifadə olunur? Bir dənə onu da deyin. Hansı güşədən daha çox istifadə edərsiniz? Hansı güşələrdən istifadə edərsiniz? Yaxşı, iki seçim verin. Milli güşələrdir, bir də gəlincik. Gəlincikdə, yox, gəlinciyi mədəni müxtəlifliyə aid oldu. O mədəni müxtəlifliyə aiddir. Mədəni müxtəlifliyə aid oldu. Milli güşə, onda müəllimə, bir də yaşadığı bölgə, ölkə haqqında məlumatlı olurdu. Kitab güşəsi, bəli. Elə birinci cavabınızı mən ona görə sonradan milli güşəni də bildim ki, deyəcəksiniz. Ona görə dedim hansı güşələr. Əslində mən kitab güşəsini nəzərdə tutaraq. Çünki orada elə bir qeyd var idi ki, uşaq yaşadığı ölkə, bölgə haqqında kitab güşəsi vasitəsilə məlumat əldə edir. Yəni, bu kitab güşəsinin əsas xüsusiyyətidir. Amma bundan əlavə olaraq, təbii ki, milli güşənin də burada öz rolu var. Təşəkkür edirəm Günlar müəllimə, çox sağ olun. Sağ olun. Siz sağ olun. Sonra Lalə müəllimə. Buyurun. Lalə müəllimə, bu gün mən qrup otağına daxil olub deyirəm ki, uşaqlar, Azərbaycanda yetişməyən bir bitki var. Həmin bitkini istəyirəm ki, mən sizlərlə bir yerdə layihə əsaslı təlim modelinə əsasən hazırlayaq. Və uşaqlar da mənim fikrimlə razılaşır və onlar mənimlə birlikdə həmin layihəyə başlayır, start götürürük. Bu zaman mən uşaqlarda hansı səriştəni formalaşdırıram? Müəllimə, layihə əsaslıdırsa bu nəzəriyyəçi olaraq Emiliyanı deyin. Əgər uşaqlarla birlikdə belə bir qərara gəlmişsinizsə, bu qərar qəbul etmədir. O müzakirə eləmişsiniz, ümumi toplanıb, qərar qəbul etmişsiniz. Düzdür müəllimə? Qərar qəbul etmə, məsəl üçün desəm ki, uşaqlar nəyi necə edək, seçim haqqı versəydim olardı. Amma belə deyim, bunu mən sadəcə olaraq uşaqlara qərarımı bildirirəm artıq. Yəni, əmir kimi demirəm. Qərarı bildirirsinizsə, problem həll etmədir. Yəni, artıq biz orada layihə əsaslı təlim modelində düzdür, bir yaradıcılıq var, bir problem həll etmə var. Həmçinin onu edirlərsə, uşaqların üzərinə bir öhdəlik də düşür. Uşaq həmin öhdəliyi də öz üzərinə götürürsə, məsəl üçün, bunu belə də verə bilər ki, müəllimə qrup otağına gəlir və deyir, bizim geyinmədiyimiz, istifadə etmədiyimiz oyuncaq, paltar, ləvazimat, nə varsa, hamısını uşaq evlərinə göndərməliyik. Göndərmək istəyirik. Kimlər bu fikirlə razıdırsa, öz əşyalarını sabahdan etibarən bağçaya gətirsin. Və uşaqlar bunu edir. Bu zaman deyəcək, məsəl üçün, müəllimi uşaqdan hansı səriştəni formalaşdırır?
Bu zaman müəllimə deyəcəksən ümumi qərara gəlirlər də, birlikdə qərara gəlirlər. Yenə qərar deyirsiniz. Hə, yaxşı. Deyin. Müəllimə Yəni izah ki, edə müəllimə bilərəm. deyil. Bir dənə müəllimə desin, deməsə deyərsiniz, yaxşı. Biraz düşünsün. Məsəl üçün gəlirsiniz qrup otağına, deyirsiniz ki, uşaqlar, belə bir fikrə gəlmişəm ki, gəlin əynimizə yaramayan, oynamadığımız, istifadə etmədiyimiz oyuncaqları, əşyaları imkanı cəhətdən zəif olan insanlara kömək məqsədi ilə paylaşaq. Uşaqlar da sizlə razılaşır və geyinmədiyi paltarları, əşyaları, istifadə etmədikləri oyuncaqları gətirir qrup otağına və sizə verir. Bu zaman müəllimə uşaqlarda hansı səriştəni formalaşdırır? Müəllimə təfəkkür var, dəyərlər var, fəaliyyət var. Dəyərlərə gedin. Dəyərlərə gedir. Müəllimə fərdi və sosial məsuliyyət deyil müəllimə. Şəxsi və sosial məsuliyyət. Şəxsi və sosial məsuliyyət. Aha, oldu. Hansıdır şəxsi məsuliyyəti, sosial məsuliyyət? Müəllimə şəxsi məsuliyyəti də müəllimə, şəxsi. Şəxsi əşyalarını verirsən. Bəli müəllimə, uşaq öz qərarı Burada gəlir. həm şəxsi məsuliyyəti budur ki, üzərinə düşür, onu Bəli. edir. Həm də sosial məsuliyyət də bunu uşaqlar Sosiallaşır. üçün edir. Bəli, uşaqlar üçün edir də. Yəni deyir, mənim ehtiyacım yoxdur, artıq geyinmirəm, istifadə etmirəm. Digər uşaqlar üçün bu yararlı olsun. Bir növ cəmiyyət üçün öz öhdəliyini, öz üzərinə düşən vəzifəni neynədir? Yerinə yetirmiş olur. Yerinə yetirdi müəllimə. Bəs bir uşaq özü bu layihəni irəli sürmüş olsaydı, onda hansı səriştə olardı? Məsəl üçün, Ayxan gəlib desəydi ki, müəllimə, belə bir ideyam var, belə bir fikrim var. İstəyirəm ki, biz qrup yoldaşlarımızla bir yerdə oynamadığımız oyuncaqları dostlarımızla paylaşaq. Məsəl üçün, belə bir ideyanla gəlsəydi uşaq, onda hansı səriştə olardı o uşaqda? Müəllimə, əgər Ayxan gəlsə, təfəkkürdəki səriştə ola bilərdi müəllimə? Hansı səriştə təfəkkür? Təfəkkürün, müəllimə, mən əzbər bilirdim bu dərsi. Təfəkkür olmalıdır müəllimə o. Fərdi o da məsəl. Bəli müəllimə, təfəkkürdür. Təfəkkürdə var müəllimə, qərar qəbul etmə. Aha. Problem həll etmə var, qərar qəbul etmə var. Sonra? Tənqidi təfəkkür var. Tənqidi təfəkkür var, bəli müəllimə. Ayırır. Bir də yaradıcılıq. Yaradıcılıq var, kreativlik var, bəli müəllimə. İndi hansına Bir də götürərsiniz? qərar qəbul edib ki, öz əşyasını başqalarıyla paylaşsın. Layihə daha çox hansı səriştəyə uyğun gəlir? Layihə daha çox, müəllimə, o dediyi dəyərlərdəki səriştəyə. Yox. Sizin əgər elə bir layihəniz olsa və uşaqlar ona əməl etsə, şəxsi sosial məsuliyyət, o heç. Bir də var, uşağın layihəsi, ideya sizə açar söz kimi gəlmir. Təfəkkür. Təfəkkür, hansı təfəkkür? Təfəkkür, hansı təfəkkür? Yaradıcılıq da, yaradıcı təfəkkür. Niyə demirsiniz? İdeya olan yerdən... Niyə? Yaradıcı bir şeydir. Yaradıcı necə düşünür? Nəysə bir şey hazırlayır, qeyri-adi bir şey hazırlayır. Yox, o fikir də ola bilər. Məsəl üçün, Lalə müəllimənin bir yaradıcı fikri var ki, hamımız toplanaq bu gün və belə bir, məsəl üçün, uşaqlar üçün yardım aksiyası edək. Məsəl üçün, bu özü müəllimənin artıq bir layihəsidir və layihə olan yerdə birinci növbədə yaradıcılıq olmalıdır. Yəni, onu sən birinci növbədə yaradırsan, yaratmalısan, ideya irəli sürməlisən. Ideya olan yerdə nə olur? Yaradıcılıq olur. Yeni bir ideyadır. Başa düşdünüzmü? Bu artıq kreativlik, yaradıcılıqdır. Deməli, onda layihə sözü varsa əsasən kreativdir. Amma layihə sözünün məqsədi əsasdır. Yəni, necə verilib? Məsəl üçün, onu hansı məqsədlə yazıb? Baxırsınız məqsədə, situasiyaya. Bir var, müəllimənin layihə irəli sürüb, uşağın ona əməl edib öz öhdəliyini dərk etməsi. O şəxsi sosial məsuliyyət. Bəli, bu dəyərlərdə şəxsi sosial düşür. Bir də var uşağın özü. İdeyasını irəli sürməsi. Bəli, bu da təfəkkürdədir. O təfəkkür və yaradıcılıqdır bu formada. Yadımızda qalsın. Yaxşı, müşahidə. Məsəl üçün, bizdə var idi müşahidə, var idi müsahibə, var idi şifahi sorğu, düzdür? Bəli, fəaliyyətlərin təhlili var idi bir də. Müşahidə prosesində ən çox müəllimə, belə deyək, hansı təfəkkürdən istifadə edir? Hansı səriştədən istifadə edir, məsəl üçün? Müşahidədə müəllimə ən çox, o da müəllimə, dəyərlərdəki səriştədən istifadə edir də, uşaqların gündəlik fəaliyyətidir.
Niyə demirsiniz müəllimə kritik yanaşır, tənqidi Kritik yanaşır? yanaşır, tənqidi yanaşır. Tənqidi yanaşır da neynir? Müşahidə edir ki, baxıram, təhlil edirəm, analiz edirəm ki, bu uşağın bugünkü fəaliyyəti ilə dünənki fəaliyyət arasında nə kimi fərq var, bu gündən dünən arasında nə kimi bənzərlik var. Bu müəllimənin müşahidə zamanı bir növ istifadə etdiyi təfəkkürdür. Bir də var, ətraf aləmlə tanışlıq məşğələsində müşahidə. Hansı ki, uşaqları çıxarırsınız həyətə. Həyətdə uşaq quşu, ağacı, yarpağı, böcəyi, yəni istənilən bir obyekti müşahidə edəndə onda da hansı səriştə formalaşacaq? Yenə tənqidi təfəkkür. Təfəkkür səriştəsi. Müşahidə edəcək, onları ayıracaq, bir-birindən ayıracaq, Bəli, fərqləndirəcək. seçəcək, fərqləndirəcək. Yenə uşaqda tənqidi təfəkkür formalaşacaq. Yaxşı, bəs siz mənə deyin görüm, müsahibədə hansı səriştə daha çox formalaşar? Mənim o fəaliyyətlərdə də ünsiyyət qurur. Onda deməli müsahibə daha çox həm ünsiyyət səriştəsində. Bəli, ünsiyyətlə bağlıdır. Müşahidə isə idrakla bağlıdır. İdrasla bağlı, düzdür. Təfəkkürlə bağlıdır. Aha, doğru. Doğrudur. Müşahidənin nəzdində müsahibə yaranar, yoxsa müsahibənin nəzdində müşahidə? Mən müşahidə edirəm, sonra baxaram uşağın, mən məsələn öz fikrimi deyirəm, bəlkə də yanlış deyirəm. Bax, müşahidə edirəm, sonra baxıb görərəm uşaq nəyə daha çox diqqət edirsə, onun sayəsində uşaqla müsahibə apararam, dialoq şəklində quraram. Bəli. Müşahidə edir, onun əsasında siz onunla müsahibə aparırsınız. Doğrudur. Qəşəng. Sensor inkişafdan siz mənə deyin görüm, sensor mədəniyyətin əsas fərqi nədir digər sensor təcrübədən, tərbiyədən? Nədir sensor mədəniyyət? Necə tapırsınız testlərdə sensor mədəniyyəti? Sensor mədəniyyət Maria Montessori'nin adı ilə bağlıdır. Orada incə sənətdir. Artıq uşaq musiqini səsinə görə formalaşdırır. Gözəli, çirkini, öz şəxsi seçimi olur. Mənim uşaq o seçim əsasında seçə bilir ki, bu mənə qəşəng rəng yaraşar. Amma digərlərində isə mənim sensor tərbiyədə ikinci bir tərəfin, tərbiyəçinin göstəriş əsasında olur. O hiss orqanlarına qavrayır, qabiliyyəti önə gedir. Qarşılıqlı fəaliyyət var. Yəni burada qarşılıqlı fəaliyyət var, əməkdaşlıq var. Sensor təcrübədə isə uşaq yenə özü özlərinə düşən, əlinə alır, bəlkə yumuşağı formalaşdırıb ayırır. Ən mürəkkəb proses, uzun müddətli prosesdə sensor etalonda da Zaporojyenin adına aiddir. Orada artıq uşaq, məsələn, günəşin, limonun, başqa bir digər əşyaların fərqini, rəngini, dadını, qoxusunu, uzun, oval bu formada olduğunu suallar nəticəsində uşaqdan ala bilirsən. Sərbəst şəkildə öz fikirlərini ifadə edə bilirlər. Yaxşı, siz mənə deyin görün müəllimə, hansı güşə uşaqda intellektual qabiliyyətləri inkişaf etdirir? Elm güşəsi mənim. İntellektual qabiliyyət. Mən bir dənə intellektual qabiliyyət, intellektualın nə olduğunu bilim müəllimə. İntellektual, nədir intellektual? Zehinlə bağlı da belə deyək. Uşağın zehni inkişafını tetikləyən. Tikinti materialları güşəsi. Yox, tikinti materialın əsas məqsədi intellektual deyil, estetik yaradıcıdır, daha çox yaratmağa aiddir. Yaxşı, başqa ipuçları da verirəm. Kiçik motorikasını, sosial bacarığını da inkişaf etdirir. Əməkdaşlıq bacarığını da inkişaf etdirir. Uşaq da öz strategiyasını qurma bacarığını da inkişaf etdirir. Kiçik motorika, öz strategiyasını qurma bacarığı bu mənim. Əgər idrak varsa, intellektual qabiliyyət, intellektual bacarıq hansı güşədəydən əsas? Nasıl mən riyaziyyat güşəsi fikirləşirəm, başqa fikrim yoxdur. Deyin stol-üstü oyunlar. Stol-üstü oyunlar güşəsində idi əsas etibarən. Çünki stol-üstü oyunlar güşəsini elə intellektualla yadımızda saxlamışdıq ki, harada intellektual sözünü görsək, birbaşa olaraq onu götürə bilərik stol-üstü oyunlara. 4 yaşından sonra təşkil olunurdu. Oyun olaraq müəllimə. Hansı güşə? 4 yaşından sonra. Mən bilirəm ki, əl əməyi güşəsi 5 yaşında təsdiq olunur. 4 yaşında riyaziyyat güşəsi başlayırdıq. Digər var idi orada sensor etalon sayılır, sensor tərbiyə sayılır kiçik qruplarda riyaziyyat, asanlıq üzrə riyaziyyat aiddir. Orada sadəcə həndəsi fiqurlardan, kublardan, silindirlərdən istifadə olunur. O böyük qrupdan necə başlayır riyaziyyat güşəsi? Böyük qrupdan, yəni 4 yaşdan sonra riyaziyyat güşəsi özünü göstərməyə başlayır. Hansı güşə idi ki, bu güşədə uşaq elədiyi işi mükəmməl etməyə çalışır?
Yəni uşaqda mükəmməl etmək istəyi formalaşır bu cuşənin sayəsində. Mükəmməllik. Eləməyə gümüşəsi ola bilər. Yaradıcılıq. Bəli, Mükəmməl istifadə. Bəs hansı cuşə idi ki, uşaqda daha çox müşahidə və analizi, daha çox uşaqda necə deyərlər, yaradıcılığı, problem həll etməni, sonra mühəndisliyi formalaşdırır. Tikinti materialları güşəsi. Mühəndisliyi daha çox hansı cuşədə verib? Tikinti materialları güşəsində də ola bilər. Məişət güşəsi var idi. Yox, məişət təsərrüfatda yox. Tikinti materialları götürürəm. Qumsu güşəsi. Bəli, qumsu cuşəsindədir. Qumsu güşəsi. Bəs desəm ki, uşaqlarda məntiqi təfəkkürü inkişaf etdirir, riyazi və sosial bacarıqlarını inkişaf etdirir. Sonra bu cuşədə bütün materiallar dərhal təqdim olunmur, tədricən artır. Uşağın yaşına uyğun seçilməlidir materiallar, dərc edilmə üsullarından istifadə edilməlidir. Sonra tikinti sahəsində sərbəst fəaliyyət. Tikinti material güşəsi bərkidilmədən elə açar sözdən götürülür. Bəli, tikinti material cuşəsi idi. Hansı qiymətləndirmə fəaliyyət zamanı aparılır, hansı qiymətləndirmə fəaliyyətin sonunda İnkişafın aparılır? izlənməsi fəaliyyət zamanı aparılır. Digər qiymətləndirməsi, diaqnostik qiymətləndirmə, ilkin qiymətləndirmədir. Fəaliyyətin sonunda aparılan? Sonunda sonunda aparılırsa yekun hesabatdır. İldə 2 dəfə 3 yaş, bir də 6 yaş. Niyə fəaliyyət sözü var idisə, istər əvvəl olsun, istər sonu olsun, şəxsi inkişafın izlənilməsi idi. Mən sizi çaşdırmağa çalışdım, siz də çaşdınız. Mənimə gələn var idi. İstəmədim. Fəaliyyət sözü varsa bizim hansı qiymətləndirməmizdir? İnkişafın izlənməsi. İnkişafın izlənilməsidir. Amma təlimin sonu desəm? O yekun hesabat. Təlimin sonu varsa, o bizim yekun hesabatımızdır. Əla, təşəkkür edirəm Can. Buyurun mənimə, çaşdırdınız mənimə. Nə qədər qəşəng öyrənmişdim, yenə məni çaşdırdınız. Olmalıdır. Siz Təşəkkür dediniz o edirəm. qeyri-adi suallardan verdiniz. Buyurun mənimə. Can, Çox sağ olun. çox sağ olun. Leyla müəllimə. Bugün müəllimlərimizin iştirakı azdır. Çox güman ki, bilmirlər ya da son anda Buyurun müəllimə. Aha, Leyla müəllimə, danışaq nədən? Danışaq sizlə səriştələrdən fəaliyyət kateqoriyasını bir-bir təhlil edək. Fəaliyyət kateqoriyasında hansı səriştələr? Bəli, müəllimə. Səriştələr 3 hissədən ibarətdir. Təfəkkürlə bağlı səriştələr, fəaliyyətlə bağlı səriştələr, dəyərlərlə bağlı səriştələr. Fəaliyyətlə bağlı dediniz müəllimə, əməkdaşlıq, ünsiyyət, əməkdaşlıq, sonra rəqəmsal savadlığı, informasiya savadlığı, bir də maliyyə savadlığı. Birinci deyək ki, ünsiyyətlə bağlı müəllimə. Burada ünsiyyət böyük rol oynayır. Yəni danışıqdır, sözləndir. Yəni uşaqların bir-birlərlə ünsiyyətidir də müəllimə. Sonra əməkdaşlıqdır, bu da sosiallıqdır. Müəllimə uşaqların əməkdaşlığıdır, bir-birlərinin dostluğudur, yoldaşlığıdır. Əməkdaşlıq deməkdir. Sonra rəqəmsal savadlığı, rəqəmsal savadlıq İKT bacarıqlarıdır müəllimə. Kompüteri İKT deyin sonra deyəcəm. Kompüteri qəşəng bilir, məsəl üçün bu müasir dövrə uyğun şeyləri yaxşı bilir. Nə deyirdiniz müəllimə deyin? Deyim ki, müəllimə, bu İKT dediniz də, rəqəmsal savadlılıq. Bu rəqəmsal savadlılıq bizim öyrəndiyimiz qarışıq prinsiplərdən hansı prinsipin tələbini qarşılayır? Tələb yönlüdür də müəllimə, İKT bacarıqları. Yəni yəni müasir dövr nəyə bizdən tələb edirsə, biz onu bilməliyik. Məcburuq da bilməyə. Qəşəng, doğrudur. Bəs bu rəqəmsal savadlılığın əsas məqsədi uşağı hədəfə çatdırmaqdır. Yəni uşaqda məqsədi formalaşdırmaqdırmı? Sabah testdə desə ki, rəqəmsal savadlılıq birbaşa olaraq uşaqda məqsədi formalaşdırmaq üçün istifadə olunur. Məqsədi formalaşdırmaq üçün məncə yox müəllimə. Mən elə başa düşürəm, yox məncə. Bəs məqsədi nədir rəqəmsal savadlılıq? Məqsədi o bilmək yaxşıdır da müəllim. Yəni məqsəd o deyil amma. Məqsəd odur ki, məqsədə
artıq uşaq, məqsədə çatıb artıq uşaq. O çatdığı məqsədi uşaqda möhkəmləndirməkdir. Məsəl üçün ona aid bir oyun verə Bəli. bilərsiniz. Ona aid bir iş verə bilərsiniz ki, Aha. artıq sizin uşaqda formalaşdırdığınız məqsəd möhkəmlənsin. Möhkəmlənsin, bəli. Bəli. Daha dəqiq Oyun olsun, vasitəsilə. möhkəmlənsin. Mhm. Daha Yəni onda tez belə bir çatdırır. başa Bəli. düşürmü? Yəni sabah testdə desək ki, rəqəmsal savadlılığın əsas məqsədi, İKT-nin əsas məqsədi uşaqda məqsədi formalaşdırmaqdır. Bu birbaşa səhv olacaq. Doğru variant isə budur ki, rəqəmsal savadlılıq uşaqda formalaşmış məqsədin möhkəmlənməsidir. Möhkəmləndirilməsidir, bəli. Müəllimə sonra qaldı, dedi informasiya savadlığı. İnformasiya savadlığı da budur ki, müəllimə, informasiya haqqında, yəni necə deyim sizə, məlumatlıdır da informasiya haqqında. Məsələn, qəzetlər oxuyur, kitablar oxuyur, televiziyada verilişlərdir, sonra xəbərlər deyək ki, məsələn, necə deyimsə, həyatda nə baş verirsə, onları uşaq məlumat alır, öyrənir. İnformasiya toplayır da bir növ müəllimə. Düz dedim müəllimə? Bəli. Yəni belə deyək də, informasiya savadlığı insanın məlumatı tapması, anlaması, qiymətləndirməsi və düzgün istifadə uşağın belə xoşlayır da, yəni məlumat almağı xoşlayır, məlumat toplamağı xoşlayır. Sonra gəlir maliyyə savadlığı da bu. Maliyyə savadlığı da müəllimə o deməkdir ki, qənaət etməyə xoşlayır, qənaətçidir də, yəni pulundan yaxşı istifadə edə bilir. Yəni yığıncıldır. Belə bir şey deyim, görün düz deyirəm. Deyirəm ki, informasiya savadlığında əsas məqsəd uşağın hər eşitdiyinə inanmaması və düzgün olan məlumatı seçə bilməsidir. Doğrudur mu? İnformasiya savadlığıdır müəllimə. Bəli, bəli. Bir də deyərdiniz tək xahiş edirəm, mənəsə beynim dolaşdı. Tamam can. Deyirəm ki, informasiya savadlılığında, yəni informasiya savadlılığını uşaqda formalaşdırmaqda məqsədimiz uşağın hər eşitdiyinə inanmaması və düzgün məlumatı ayırd etməsini formalaşdırmaq. Əlbəttə, düzgün məlumat hər bir şeydə, istəyir lap televiziyada olsun müəllimə, hər bir yəni deyilən söz düzgün olmur ki müəllimə, onu əlbəttə ki kökünə çatmaq lazımdır. Yəni düzgün məlumat olmalıdır da müəllimə, düzgün məlumat toplamaq lazımdır. Adi həkimə gedirsən, biri deyir ki, məsələn İraq ağrıqdır, nəsə pis xəstəlikdir. Ona bir dənə elə həkimlə gedib əməliyyat elətdirmirsən ki, yəni 2-3 dənə həkimə dəyməyəm, mən elə başa düşürəm müəllimə. Yəni bu informasiya savadlığı elədir ki, bəli, elə hər deyəni qulaq asmaq olmaz ki, yəni onun kökünə çatmaq lazımdır da. Bəli, hər eşitdiyinə inanmayıb, onu dəqiqləşdirməsi, ən düzgün məlumatı seçə bilməsi, ayırd edə bilməsi informasiya savadlığında özünü göstərəcək. Doğrudur. Yaxşı, deyin görüm, uşaqların sizin verdiyiniz təlimata uyğun şəkildə davranması hansı səriştədir? Təlimatdırsa, müəllimə, səriştələrdən təlimat verir. Qərar qəbul etmə demək olmaz müəllimə. Siz təlimat verirsiniz, seçim vermirsiniz ki, Mən təlimat verirəm, hə müəllimə. Bir dəqiqə icazə verim fikirləşim, təlimat verirəm, qərar qəbul etmə. Mən təlimat verirəmsə, bu ünsiyyət olmaz müəllimə, necə qərar təlimat daha çox danışmaqdır, nitqli, amma mən deyirəm bunu edin, məsəl üçün. Bu təlimatdırsa müəllimə sözləndir də təlimat vermək. Mən ünsiyyəti deyirəm. Yox, səhv deyirsiniz. Məsəl üçün deyirəm ki, Leyla müəllimə, sizə belə bir təlimat verirəm. Bu gün axşam fiziki mədəniyyətin bütün testlərini edin. Və siz mənim təlimatımı dinləyib müəllimə, sosial şey deyil, şəxsi sosial məsuliyyət demək istəyirəm. Şəxsi sosial məsuliyyət, bəli. Bəli, şəxsi sosial məsuliyyət səriştəsində oldu. Şəxsi sosial məsuliyyət səriştəsini hansı güşələrdə formalaşdırarsınız uşaqda? Şəxsi sosial məsuliyyət güşəsi. Yəni hansı güşələr vasitəsilə uşaqda şəxsi sosial məsuliyyəti formalaşdırarsınız? Kitab güşəsi olmaz müəllimə? Kitab güşəsi yox. Yəni o dərəcədə uyğun gəlmir. Əl əməyi müəllimə? Əl əməyi yaradıcılıqdır, kreativlikdir. Sonra nə deyim müəllimə? Ürəyinizdən nə gəlir onu deyin. Yox, ya o çox deyil, güşələr çoxdur müəllimə. Yaxşı düşünün, yaxşı beyninizə qulaq asın. Görün
nə təhlil edir, necə tənqidi yanaşır, nələri ayırd edir bir Bir ipucu verin beyninizdə. müəllimə. Açıq sözlər bir-iki dənə deyin mənə görüm Yaxşı. müəllimə. Məsəl üçün Məişət olar müəllimə? məişət güşəsi olar, hə. Yaxın Mən gördünüz xahiş müəllimə edirəm verdi. müəllimə. Çox xahiş edirəm. Yerdən cavab verin. Mən heç kəsə mane olmuram da. Çox xahiş edirəm. Heç kəs cavab Yerdən verməsin. deməyin, yaxşı. Hamıya hörmətlə yanaşaq, yerdən deməyək. Hə, Leyla müəllimə, məişət güşəsi birinci, sonra Aha. bir də var. Məişət güşəsi necə müəllimə? Məişət güşəsində məsəl üçün uşaq nə edir? Sosial məsuliyyətdir də, oyuncaqları Aha, yığmalıdır və yaxud oyuncaqları. Hə, bir də bu amma kubiklərlə, yəni o estetik ya tikinti material yaradıcılıq estetik fəaliyyəti də o da səriştəsi yaradıcılıqdır, bəli. daha çox. Mhm. Ətraf aləmlə bağlı olan güşədir. Ətraf aləmlə bağlı olan güşə. Mhm. Hə. Necə? Milli güşə olmaz müəllimə? Yox. Hmm. Milli güşə daha çox milli kimliyin dərki, milli iftixar hissi səriştəsini formalaşdırır. Deyin müəllimə siz. Təbiət güşəsi. Hə, təbiət güşəsi, hə. Təbiət güşəsi. Növbətçilik bacarığı hansı güşələrdədir? Bir məişət təsərrüfatda. Növbətçi, Düzdür. hə. Növbətçilik güşəsi. Benim qarışdı yenə. Əl əməyi deyil müəllimə? Yox, onda Yox, dediniz əl yoxdur. əməyində yaradıcılıqdır. Hə, başa düşdüm. Növbətçilik 2 dənə yerdədir. Bir təbiətdə, bir məişət təsərrüfatda. Düzdür? Aha. Məişət təsərrüfatda sosial, məsəl üçün o hansı ki, o yığışdırmaqdır, yığış etməkdir. Bəli, hə, müəllim. Orada əməkdaşlıq var da, Mhm. sosiallıq var, bəli. Şəxsi sosial məsuliyyət bilirsiniz nədir? Sənin üzərinə nə düşür? O payı yerinə yetir. Yəni sənin üzərinə mən bu gün hansı vəzifə bölgüsünü vermişəm? Növbətçilik niyə görə deyirəm? Məsəl üçün sən bu gün güllərin yarpaqlarını, solan yarpaqlarını dərməlisən, güllərə su verməlisən, Orada qulluq həm məsuliyyət etməlisən. var, həm əməkdaşlıq Bəli. var, həm əmək var, bəli müəllimə. Deməli növbətçilik olan yerdə nə olacaq? Məsuliyyət olacaq. Hansı Məsuliyyət, bəli. məsuliyyət? Şəxsi sosial məsuliyyət. Şəxsi sosial məsuliyyət. Məsuliyyət, bəli. Amma özünə xidmət əməyi insanın özünün şəxsi məsuliyyətidir. Yəni Aha. məsəl üçün başa düşdü, paltarın səliqəli olsun, geyimin Düzdür. səliqəli olsun. Bu artıq sənin özünün özün olan bir öhdəliyindir. Bu Aha. artıq özünə xidmət əməyi şəxsi, amma təbiət və məişət təsərrüfat əməyi isə daha çox uşaqda sosial məsuliyyəti formalaşdıran bir güşədir. Aydın oldum. Əl əməyi isə daha çox yaradıcılığı özündə əks etdirəcək. Bəs tənqidi təfəkkür Siz ki, üçün bağışlayın sözü ki, fizikdən də vermişdiniz, düzdür müəllimə? Fiziki mədəniyyətdən də öyrənmisiniz vermişdiniz. ondan da. Sonra fizik, sonra sensor inkişafda. Onları da vermişdiniz də deyəsən. Fiziki Təkrarlamayın. mədəniyyətdən də sual verim sizə, mənə deyin onda. Özüm toru saldım. Deyin. Yaxşı elədiniz. Onsuz da izah edəcəm, bir dəfə qısa formada danışacağam, əsas məqamlarını deyəcəm. Fiziki mədəniyyət məşğələsində müəllimə iş formaları birinci növbədə ən çox imtahanda düşən suallardan olur ki, hansı iş formaları var? Hə, iş formaları müəllimə kollektiv, yox, kollektiv yerinə frontal gedir də müəllimə. Bəli. Frontal, fərdi, qruplarla müəllimə. Aha. Bu 3 iş formasından Müəllimə konveyer də var. Onu demək lazımdır, yoxsa yox? Rəsmi mənbələrdə belə deyək də, konveyer yazılır, amma daha çox rəsmi olaraq üçündən istifadə olunur. Fərdi qrup, bir də frontaldan. Amma o var, bəli. Ardıcıllıqdır da, bəli. Bəs hansı iş forması idi ki, fiziki mədəniyyətdə bu iş formasını uşaqların xüsusilə ehtiyat etdiyi irəli, hündürlüyə tullanma kimi hərəkətləri yerinə yetirən zaman istifadə etmək məqsədə uyğundur? Fərdi iş formasında müəllimə? Fərdi iş formasındaydı, bəli. Bəs əsasən əsas mərhələdə tətbiq olunub, hansı ki, öyrənilənlərin öyrəndiklərinin uşağın möhkəmləndirilməsi və yeni hərəkətlərin uşağa öyrədilməsi zamanı istifadə olunurdu bu iş formasından. Təkrar müəllimə? Təkrar. Yeni hərəkətlərin öyrədilməsi, əvvəlkilərin möhkəmləndirilməsi zamanı. Deyim cümləni düzgün qurum. Bu kollektiv olar müəllimə? Kollektiv frontal demək. Frontal yəni. Frontaldır, bəli, düzdür. Yaxşı. Bəs hansı iş forması idi ki, bu iş formasında müəllimə qarşıda dayanırdı. Eyni anda eyni hərəkətlər təkrar olunurdu. Elə frontaldır müəllimə. Frontalda, düzdür. Bəs hansı iş forması idi ki, bu iş formasında məsəl üçün hərəkətlərin öyrədilməsi zamanı biz uşaqlara
hər bir belə deyim, seçdiyimiz uşaqlara fərqli fəaliyyətləri verib. Daha sonra müəllimə, bu qruplarlandır da, Aha, müəllimə. bu Bax, məsəl üçün bir qrupa verir biz halqalarla, bir qrupa verir məsəl toplarla, məsəl bir qrupa da başqa şeylər verir də, sonra onları dəyişirik. Bu dəfə bu birislərə halqalarla veririk, o birislərə toplarla veririk. Yəni belə dəyişirik növbələri, qrupları. Bəli, doğrudur can. Qəşəng. Bir də konveyerdə deyin görüm orada əsas məqam nə idi? Ardıcıllıqdır da müəllimə, ardıcıllıq açar sözü. Sonra Yəni onları müəllimə məni öldürəcək. Onu demişdi yadımdan çıxıb. Hə, ardıcıllıq sonra nə idi? Estafet Növbəti anlayışı, sıra anlayışı, harda görsək, Hə, sıralı sıra, şəkildə hə. hərəkət edirsə, bəli. Uşaqlar bu elə konveyerdə aiddir. Yaxşı, bəs hansı iş formasında məsəl üçün uşaq hərəkəti edir, digər uşaqlar hərəkətin icrasını müşahidə edir, onun müsbətini və mənfisini özü üçün qeyd edə bilir. Yəni özü üçün onu bir təhlil edir. Mənfi fərdi iş formasıdır da müəllimə. Fərdi iş formasındadır. Bəs bu hansı ki müsbət mənfi cəhətini özü üçün qeyd edən uşaqda hansı səriştə formalaşmış olur? Özündə hansı səriştə? Hə, problem həll etmə olmaz müəllimə? Problem olaraq nə? Yox, qərar qəbul etmə. Siz bu qərar qəbul etməyi yaman çox sevirsiniz. Yox, o da deyil. Hə, yox. Xoşlayıram verməyi, qərarlar verməyi xoşlayıram. Həmişə düz qərar verəsiniz, amma o deyil. Hə, yox, mən özümü belə pisdə çıxmasız ağıllı sayıram müəllimə. Yaxşı. Necə deyim? Hə, sonra nə bilim nə deyim müəllimə? Hansı səriştə olar? Müsbət və mənfi cəhətlərini qeyd edirsə, bu Arzu müəllimə kökündən baltaladınız Arzu müəllimə. Müstəqil öyrənmə nə idi? Hə, nə? Bir şeyin müsbətini, mənfisini müqayisə edib fərqləndirməyi bacarsa, deməli tənqidi yanaşır da. Hə, tənqidi, hə, düzdür müəllimə. Məsəl üçün deyir ki, bunu etmək lazımdır, bunu etməmək lazımdır. Artıq o neynədir? Beynində analiz etdi. Ümumiyyətlə bir şeyi analiz edən yerdə həmişə orada tənqidi təfəkkür mütləq özünü göstərməlidir. Yəni bir şeyi analiz etmək üçün insan bir məsələyə tənqidi yanaşmalıdır. Ki, məsəl üçün mən burada hansı addımı atsam daha yaxşı olar məsəl üçün. Onun üçün tənqidi yanaşmalısan, seçməlisən. Yaxşını pisdən, pisi yaxşıdan fərqləndirməlisən və onun sayəsində qərarını da düzgün yöndə qərar qəbul etməlisən. Məsəl üçün siz bir işə başlayanda həmin işə başlamaq üçün nə edirsiniz? Ona doğru qərarı qəbul etmək üçün tənqidi yanaşırsınız. Pisi yaxşıdan, yaxşını pisdən seçirsiniz. Düzdür? Səsim gəlirmi? Bəli, müəllimə gəlir. Hə. Bu formada Leyla müəllimə çıxdı. Hə, buna artıq tənqidi təfəkkür deyilir. Yaxşı. Leyla müəllimə çıxıb deyəsən. Mən bağışlayın siz Allah internet getdi, gəldi. Hə, Allah bağışlasın can. Hə. Yəni bu formada buna deyilir tənqidi təfəkkür səriştəsi. Tənqidi təfəkkür hansı iş üsullarında özünü göstərir? İş üsullarının adını deyin bir dənə. Hə, iş üsulları, əqli hücum var, tapmaca var, burada sonra suallar, müzakirə. Sırf olaraq tənqidi təfəkkürün olduğunu deyir. Məsəl üçün yaradıcılıq desəm əqli hücum. Yaradıcılıq olan yerdə rollu oyunlar. Bu ayrıca bir məsələdir. Bir də var tənqidi təfəkkürün olduğu yerdə. Hə, suallar ola bilər müəllimə, tapmaca, suallar. Sualların qoyuluşu tənqidi təfəkkürə doğru olur. Bu heç. Aha, bundan razıyam. Sonra tapmaca müəllimə. Tapmaca, yox, tapmaca müzakirə müəllimə, müzakirə də ola bilər. Müzakirə birbaşa rol oynayır. Sonra tapmacada da var. Yəni orada qərar qəbul etməsi üçün yenə beynində əliyir də belə deyək, amma ən çox da məqsədi o deyil. Məqsədi uşağın idrakını stimullaşdırmaqdır. Amma daha çox müzakirədir, problemli vəziyyətdir. Çünki orada biz nə deyirdik? Tənqid, təhlil, ümumiləşdirmə. Hə, düzdür müəllimə, problem həll etmədədir. Bəli. Düzdür. Sonra suallarda da var. Müəllimə, ona görə elə beynim tormozdaşır. Biraz narahatam. Allah köməyinizə dursun can. Hə, sağ olun. Yəni orada da var. Düzdürmü? Yəni belə götürəndə müzakirədir, problemli vəziyyətdir. Bir də suallarda da necədir? Deyirik sualların qoyuluşu məntiqidən. Müzakirədə də var da eləmi müəllimə. Nədə?
Müzakirədə də dediniz var. Müzakirə, bəli, müzakirə. Hansı ki, orada uşaq nə edirdi? Problemi təhlil edirdi. Təhlil olan Təhlil yerdə edirdi. tənqid var. Aydın oldu mu? Çünki təhlil edirsə, onun təhlil etməsi üçün analiz etməsi lazımdır. Analizdə olan Bəli. yerdə birbaşa insan tənqidi yanaşır. Onun üçün var, doğrudur. Təşəkkür edirəm ay Leyla müəllimə. Çox sağ olun müəllimə. Siz sağ olun. Siz sağ olun. Sevda müəllimə. Salam müəllimə, həmişə işinizdə, Salam gücünüzdə can, olasınız. çox sağ olun can. Var olun. Buyurun. Müəllimə, hansı səriştədə uşaqlar özləri fəaliyyət göstərir? Müstəqil Müstəqil səriştədə, öyrənmədə. müstəqil Aha, öyrənmə. müstəqil Hə. öyrənmə səriştəsidir. Müstəqil öyrənmə səriştəsini formalaşdırmaq üçün Sevda müəllimə uşaqlarda gün boyu fəaliyyətlərini hansı zəmində təşkil edər? Hansı fəaliyyətlər verər ki, uşaq müstəqil öyrənsin? Məsəl üçün oyunlardan hansı oyunlara üstünlük verər? Fəaliyyətlərdən hansı fəaliyyətlərə üstünlük verər? Hə. Deməli uşağa əsasən şərait yaratmaq lazımdır. Sərbəst təlim mühiti yaradaram. Uşaqlar burada hərəsinə sərbəst işlər verərəm. Oyunda da ola bilər. Uşaq topu məsəl üçün ipin üstündən tullanmaqdır, topu hədəfə atmaqdır. Bunlar müstəqil hərəkətlərdir də müəllimə, müstəqil öyrənmə. Rəsm məşğələsində verə bilərəm. Uşaqlar sərbəst belə ki, sərbəst özləri istədiyi bir mövzunu çəkə bilərlər. Burada müstəqil öyrənmə yaradaram ki, uşaq özü sərbəst nəyə qadir olduğunu mən görüm ki, uşaq nə bilir, necə öyrənir də müstəqil. Onda məsəl üçün müstəqil öyrənmək üçün sərbəst oyun ən gözəl yollardan biri olar. Oyunlardan da sərbəst oyundur. Sərbəst oyun verə bilərsiniz. Sərbəst oyun həm uşaqda müstəqil öyrənməni, həm də yenə yaradıcılıq səriştəsində formalaşdırır. Yaradıcılıq səriştəsində formalaşdırır. Bəli, ikisi bir arada. Çünki uşaq özü orada artıq müstəqil fəaliyyət göstərəcək. Bir də müəllimə, müstəqil sözünü biz tək oyun dönəmində deyə bilmirik. Çünki o dönəmdə orada uşaq axı bilmir. Uşaq özü bilmir axı orada. Oyunun qaydasını da bilmir. Orada axı uşaq təkdir. Ancaq orada 0-2 yaşdır. Məqsədi ətrafı dərk etməkdir. Yəni orada müstəqil sözü o qədər də uyğun gəlmir. Sadəcə tək deyirik. Yəni müstəqil oyun demirik, tək oyun deyirik. Çünki tək oyun dönəmində uşaq ətraf aləmi dərk edir. Ətraf aləmi dərk edir. Təcrübə topladığına görə bu müstəqil deyə bilmərik biz. Çünki burada yaradıcılıq uşaqda yoxdur. Bəli. Sadəcə tanışlıq dönəmidir. Tanışlıq dönəmidir. Qəbulda belə bir sual görsəz ki, müstəqil öyrənmə səriştəsi müəllimin uşaqla fərdi məşğul olmasına əsaslanır. Bəli, əsaslanır. Düzdür müəllim. Müəllim uşaqla fərdi məşğul olursa, axı onda uşaq özü... Yox, fərdi məşğul olursa, deməli, məşğul olmur. Uşaq burada sərbəst deyil. Bəli, bəli. Deməli, burada müstəqil öyrənmə yoxdur, düzdür? Deməli, bu bizi çaşdırmasın. Çünki fərdi məşğul olursa, yenə müəllimə var. Bəli. Amma bizə müəllimə lazım deyil. Bizə fəal təlim mühiti, bura əsas müstəqil öyrənməyə aiddir. Fəal təlim mühitində. Burada uşaqlar çünki müstəqil olurlar. Hər kəsən istədiyi güşədə fəaliyyət göstərə bilir, müstəqil, sərbəst olurlar, istədiyi oyunu qura bilirlər. Doğrudur. Yəni, müstəqil öyrənmədə müəllimə bir başqası olmur. Uşağın özü, yəni öz sözü da belə deyil. Bura Montessori adı ilə bağlı deyərəm də, ən çox burada gözə görünməz olur müəllim. Amma uşaqda sərbəst fəaliyyətini yerinə getirir. Şərait yaratmaq lazımdır ki, ən çox uşaq müstəqilliyini göstərə bilsin. Doğrudur. Qəşəng, bu belə. Bir də siz mənə deyin görüm, müəllimə, hansı səriştə idi ki, bu səriştə vasitəsilə biz uşaqlarda daha çox, məsəl üçün deyirəm ki, Ayxan, sən bunu geyinməlisən, sən bunu yeməlisən. Məsəl üçün, belə bir kəlmə işlədirəmsə, bu zaman mən hansı səriştəni uşaqda formalaşdırmıram, formalaşmasının qarşısını alıram. Bunu geyinməlisən. Burada tənqidi təfəkkürdür, müəllimə. Uşaq burada pis, elə bir ki, ayırt eləyə bilmir də, istədiyini düz deyirəm müəllimə. Yaxınlaşımsız, amma tənqidi təfəkkür deyil. İstədiyini əgər seçə bilmirsə, onda niyə tənqidi təfəkkür olsun? Problem həll etmək.
Yox, qərar qəbul etmək. Yox, Qərar qərar qəbul etmək. Hə, Uşaq çünki- qərar qəbul, qərar Hə, hə. qəbul etməli. Çünki seçim burada. edə bilmir Uşağa də. Mən seçim birbaşa verməli. bəli, Bəli, bəli. müəllimə, düz Çünki deyirsiz. Uşağa birbaşa seçim verilir neynədiz? burada. Əmr verdiniz. Dediniz bunu yeməlisən, bunu geyinməlisən, bunu içməlisən. Bu. Düzdür. Artıq uşağın özünün bir seçim haqqı Seçim- yoxdur. Hə, uşağa sərbəstlik verilmir ki, uşaq öz seçimini özü seçsin, istədiyini Bəli. özü göstərsin, desin. Aha. Düzdür Yaxşı. müəllimə. Başa düşdükmü? Bu da belə. Nə qaldı səriştələrdən danışmadığımız? Elə bir hamısına toxunduq. Səriştələrdən. Nə isə başa düşmədiyiniz bir məqam, yenə də testlərdə tapa bilmədiyiniz, düşünürəm ki, artıq olmaz, amma yenə də. Varmı? Yox müəllimə, hələ ki başa düşürük. Testlərdə də yaxşıdır vəziyyət. Biz də başa düşməsiz daha ayıb olar ki, ikinci dəfə də qoşuluruq sizə. İnşallah yaxşı Sağ olun. olacaq bu səfər. İnşallah. İnşallah. Deməli, onda müəllimə, bizim bu dərk etmə Bəli. mərhələmiz var idi. Bu dərk etmə mərhələsində ən çox hansı səriştədən istifadə edirdik? Dərk etmədə Aha, hansı səriştə müəllimə? aha. Hə, dərk etmədə burada demokratiya, insan, yox, şəxsi və sosial məsuliyyət. Onlar olar Şəxsi müəllim. məsuliyyət. Tətbiq etmə desəydiniz yenə hardasa uyğun gələrdi. Çünki artıq öyrətmisiniz, indi tapşırığı vermisiniz ki, öhdəliyini yerinə Hə, hə. yetirsin də belə, hə. Amma dərk etmədə hələ öyrədirsiniz, qarşılıqlı fikir Bəli. mübadiləsi gedir. Birini siz deyirsiniz, birini o deyir. Fikirlərinizi əsaslandırırsınız. Bu fəal Mövqeyin- vətəndaş mövqeyi olar. Mövqeyini Bəli. bildirir uşaq, siz mövqeyinizi bildirirsiniz. Münasibətini bildirir uşaq, siz münasibətini bildirirsiniz. Dəyərləndirirsiniz, müdafiə edirsiniz, ayırd edirsiniz, yaxşını pisdən seçirsiniz, uşaq seçir. Müəllimə, şəxsi və sosial məsuliyyət olar burada. Siz də yaman şəxsi sosial məsuliyyəti sevirsiniz, Sevda müəllimə. Yox, o deyil. Müzakirədə uşaqlar hərəsi öz fikirlərini söyləyir axı müəllimə. Müdafiə Aa, mühakimə. Hə, Məncə hə, ha. hə. Burada problem həll etmədi müəllimə. Hə, Problem hə. qoyulur. Ya, ya. Bu müzakirə ilə özü də problem həll etməyə aiddir da. Burada uşaqlara hansı bir problemi elə bir ki, O problemi həll etmək üçün birinci növbədə necə yanaşmaq lazımdır həmin problemə? Problemə necə yanaşmaq lazımdır? Problemi uşaqlara məsələn hansısa bir problem qoyulur. Məsəl üçün problemi qoydunuz suyun ortaya. çirklənməsi haqqında elə bir şey mövzu qoyulur. Müzakirə Uşaqla su təşkil necə edirsiniz. müzakirə təşkil olunur. Uşaqla su necə olur ki, su çirkli olur? Biz suyu necə qorumalıyıq ki, Hı. suyun Siz bu çirklənməsi vəziyyətdə hansı başlamasın? addımlar atarsınız? Siz suyu Təbiətin necə qoruyarsınız? çirklənməsi. Hə, Aha. uşaqlar Məsəl hərəsi üçün bir söz deyəcək, o müzakirə yaranır da. müzakirə yaranacaq. Müzakirədə daha çox hansı səriştə özünü göstərəcək? Problem həll etmə. Qərar qəbul etmə. Yox. Hə. Gördünüz, ipucu verir. Tənqidi təfəkkür. Bayaqdan Tənqidi deyirəm, müdafiə, təfəkkür. mühakimə, mövqeyini Hə, bildir, hə. əsaslandır, sübut Gedir gətir, müəllim, dəlil vallahi gətir. testdə bunlar düşəndə adam seçir, amma belə beyin şaşır. Tənqidi təfəkkür. Hə, Tənqidi uşaqlar burada təfəkkürdür. Fikirlərini ayırd edir, seçim. əsaslandıracaq. Hə. Müəllimə ilə qarşılıqlı şəkildə Əvvəl neynəyəcək? bildiklərini təzə bildiklərindən müqayisə edir, Müqayisə edəcək. qruplaşdırma. Bəli. Yaxşı, pis fərqi Yaxşı, ayırd yaxşını etmək, pisdən seçmək. seçmək. Bəli. Dəyərləndirmək, hamısı tənqidi təfəkkürdə Tənqidi özünü. təfəkkürə aiddir. Bəli, bu belə. Əməkdaşlığı hansı oyunları vasitəsilə uşaqlarda formalaşdırarsınız səriştələrdən? Əməkdaşlıqda burada elə bir ki, yarış formasında, yarışlarda. Ay müəllimə, yarışda əməkdaşlıq necədir? Baxın, elə ən gözəl qəşəng sual sabah deyəcək ki, əməkdaşlıq səriştəsini pozan aşağıdakılardan hansıdır? Birbaşa mən yarışı seçərəm. Çünki yarışda rəqabət var. Orada artıq əməkdaşlıq olmayacaq. Ha, orada mən deyirəm, orada əməkdaşlıq olar. Hə, Yox, yox. əməkdaşlıq oyunlarda, Çünki- məsələn, konstruktiv oyunlarda, uşaqlar tikinti Tikinti quraşdırma quraşdırma, aha, olar. oyununda əməkdaşlıq olur, danışırlar, sosiallaşırlar, həm də əməkdaşlıq qururlar. Əməkdaşlıq Sonra- oyunlarında yaxşı, Didaktik hansı oyunlarda. oyunda
Düzdür. Bəli, Düz müəllimə. deyirsiniz. Hansı oyunda rol mübadiləsi var idi? Görüm yadınızdadır. Açar sözü idi. Rol mübadiləsi. Hansı oyun üçün idi bu? Rollu oyunlar, müəllimə. Bildim ki, Sujetli onu deyəcəksiniz. Amma yanılırsınız, o deyil. Bilmirəm. Dramlaşdırılmış. Yox. O da deyil. O da Rol deyil. mübadiləsi. Görüm kimin yadındadır. Yazarsınız birdən onu. Rol mübadiləsi. Sujetli rollu oyunlar deyil, müəllimə. Yox can, o deyil. Əməkdaşlıq müəllimə. Əla. Mən yaza bilmirəm, müəllim, onun üçün yerdən deyirəm. Əməkdaşlıqdır. Əməkdaşlıq oyunları uşaqlar. Rol mübadiləsi bilirsiniz nə deməkdir? Məsəl üçün birini mən edirəm, birini sən edirsən, ümumi məqsədə doğru addımlayırıq. Bu Yəni, düz müəllimə. hər 5-6 birimiz- yaşda olanda uşaqlar məsəl üçün tikinti materiallarından nəsə quraşdırırlar. Elə bil ki, birini Hərəsi kərpici ondan alır, kubiki bu qoyur, Bəli, bir hərəsi bir yaratmaqla əməkdaşlıq qururlar. rol mübadiləsi Bir də edərək bir bayaq olur. dediniz, yox, dramlaşdırılmışı dediniz, bir də sujetli rol O oyunu çaşdım. Əvvəlcə lap birincidə Əvvəlcə dediniz, mən də ona aid sual verdim, görüm yadınızdadırmı? Gördüm, yox. Yadınızda deyil. Həm də bu qruplarla iş forması ola bilər. Qruplarda da Orada da var, əməkdaşlıq var, əməkdaşlıq. bəli. Orada da rol Kollektivdə var, mübadiləsi var. qruplarda var. Bəli, orada da hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirir də, bəli. Kollektiv iş formasındaysa hamı, orada da məsəl üçün əməkdaşlıqda daha çox kollektiv iş formasında hamı eyni məqsəd üçün çalışır. Məsəl üçün Amma qruplarda, məsəl üçün siz uşaqlara müxtəlif fəaliyyət verirsiniz. Hərəsi öz üzərinə düşən o müxtəlif fəaliyyətin hesabına bir qrup adından çıxış edir. Aydın oldu mu? Məsəl üçün cütlərlə iş formasında da bu özünü göstərir. Orada da yenə bəli, hərəsi öz üzərinə düşən məsuliyyəti dərk edərək onu yerinə yetirməyə çalışır. Məsəl üçün bu belə məqamlar var. Ünsiyyət kommunikasiyanı da formalaşdırmaq üçün bizə gün ərzində hansı fəaliyyətlər lazım olacaq? Bir dənə onu da deyək. Ünsiyyət, burada da kollektiv işdir, müzakirə var. Bu ünsiyyətdə, müzakirədə iş üsuluna aiddir. Mən necə başa düşmədim? Ünsiyyət səriştəsini formalaşdırmaq üçün Sevda müəllimə gün ərzində hansı fəaliyyətləri təşkil etməlidir? Hansı məşğələləri Uşaqlarla təşkil ünsiyyət etməlidir? quraram. Uşaqlar bağçaya qəbul vaxtı da ünsiyyət quraram. Bütün məşğələ boyu uşaqlarla ünsiyyət qurulur müəllimə. Onda belə deyək də, məsəl üçün kitab cuşəsi ünsiyyətə təsir edir. Bəli müəllimə, ən çox kitab cuşəsində uşaqlar ünsiyyət otururlar birlikdə, müzakirə edirlər. Oxuduğumuz nağılı müzakirəsi olur, ünsiyyət qurulur da, o da kollektiv iş formasında. Yaxşı, sonra ən yaxın əməkdaşlıq məsəl üçün cütlərdədir. Artıq yeni formatda veriləndə deyir ki, uşaqlar arasında ünsiyyəti də formalaşdırır. Cütlər iş forması, düzdür? Bəli. Yəni bu kimi də rol var. Sonra başqa nə demək olar ünsiyyət üçün? Başqa nələr? Cütlərlə iş forması, onu dedik. Ətraf aləmlə tanışlıq məşğələsini deyə bilərsiniz, düzdür? Ətraf aləmlə tanışlıq məşğələsində müşahidə qismi. Orada sual, cavab verilir, suallar. Ətraf aləmlə tanışlıq məşğələsi aid ola bilər. Ətraf aləmlə tanışlıq Emiliya məşğələsində yanaşması, ən çox Emiliya yanaşmasına aiddir də bu ətraf mühitlə tanışlıq. Necə müəllimə? Müəllimə, ətraf aləmdə 2 dənə başlıq var. Müşahidəsi, müsahibəsi. Müşahidəsi hansı səriştədir, müsahibəsi hansı səriştədir? Müsahibə ünsiyyətdir. Müşahibə tənqid təfəkkür. Əla, bəli. Tənqidi təfəkkür, doğrudur. Tənqidi təfəkkür. Tənqidi təfəkkürü uşaqda formalaşdırır. Doğrudur. Bu da belə. Başqa da bir səriştəmiz qalmadı. Düşünürəm ki, hamısını bir-bir təhlil etdik. Mədəni müxtəlifliyə hörmətdə də 4.3. Şey də oxumuşam. Fiziki mədəniyyətə də baxmışam. Sonra. Fiziki mədəniyyət məşğələsində, məsəl üçün, bizə desə ki, fiziki mədəniyyət məşğələsinin yüksək səmərə verməsi üçün hansı tələblər qoyulub qarşıya, hansı tələblər götürərsiniz?
və elə bil ki, fiziki mədəniyyətin yüksək səmərə verməsi üçün əsas qarşıya qoyulan tələb budur ki, zal və idman meydançasının hazırlanması, məşğələ planı düzgün tərbiyəçinin tərtib olunması, müəllimənin məşğələyə hazırlığı, məşğələnin təşkili, məşğələnin keçirilmə metodikası. Bu əsas tələbdir. Aha. Deməli, onda bu yüksək səmərə verməsi üçündür də, amma tərbiyəçiyə verilən tələblər başqadır. Bu amma fiziki mədəniyyətin yüksək səmərəli verilməsi üçün qarşıya qoyulan tələb budur. İndi siz deyin görüm tərbiyəçiyə verilən tələblərdə nələr olacaq? Orada fiziki hərəkətləri elə bil ki, müxtəlif üsullarla göstərə bilər. Uşaqlara hərəkətlərində elə bil ki, əhval-ruhiyyəsinə nəzarət edir. Sonra müəllimə nitq mədəniyyəti, mülayim səs tonuna malik olur, nəzakətli olmalıdır, yüksək əhval-ruhiyyə yaratmalıdır da, məşğələni də düzgün yekunlaşdırmağı bacarmalıdır. Əla, qəşəng, düz dediniz. Məşğələnin hazırlayıcı mərhələsi üçün əsas bizə nələr lazımdır? Məşğələnin hazırlayıcı mərhələsində burada uşaqlara yenə də burada xoş əhval-ruhiyyə motivasiya qurmaq, motivasiya kimi belə bir əhval-ruhiyyə yaratmaq lazımdır burada uşaqlar. Diqqətli cəlb olunsun. Elə bil ki, özlərini diqqətlərini cəmləyə bilsinlər. Sonra burada kiçik qruplarda 2-4 dəqiqə deyil, onlar dəqiqələri. Orada istedici hərəkətlər olmalıdır da müəllimə hazırlıq mərhələsində. Yəni daha çox uşaqları birdən-birə və aktiv mərhələyə adlatmırıq da. Güclü mərhələ, istedici hərəkətlərlə başlamaq lazımdır. Elə bil ki, giriş hissədə yerimə, qaçma, pəncə və tabanların üstündə, ilanvari yerişlə, dağınıq qaçış, sonra gəzmə, düzülmə, dağınıq qaçışdan sonra istedici mərhələni yaradılır da, istedici mərhələsidir bu. Sonra keçirik dinamik mərhələ olan əsas mərhələyə. Qəşəng. Əsas mərhələdə nə edirik? Bir dənə o da deyil. Burada da elə bil ki, uşaqlarda fiziki hərəkətləri inkişaf elətdiririk. Sonra ümumi inkişaf etdirici hərəkətlər bax burada verilir. Əvvəlcə də əl, çiyin hərəkətləri, sonra əzələ, gövdə, ayaq əzələləri üçün də burada elə bil ki, fəaliyyətlər burada olur. Burada əsas hərəkətlər olur. Oyunlar buradadır. Sonra ən dinamik mərhələdir də, hərəkətli mərhələdir. Ən çox burada hərəkət buradadır. Yaxşı, bəs müəllimə, ümumi inkişaf etdirici hərəkətləri nə zaman əsas, nə zaman hazırlayıcı mərhələdə verərik? Əgər yeni hərəkətlər keçirilirsə, yeni hərəkətləri əsas mərhələdə verilir. Əgər təkrar hərəkətlər verilərsə, o hazırlayıcı mərhələdə verilə bilər. Yəni belə deyək, əgər uşaq o hərəkətlə tanışdırsa, biz bunu hazırlayıcıda veririk. İstedici hərəkət kimi biz onu verə bilərik hazırlayıcı mərhələdə. Əgər təzə yeni hərəkətlər öyrədiriksə, onu verərik əsas hərəkət mərhələdə. Onu verərik, bəli. Artıq əsas mərhələdə. Doğrudur. Təşəkkür edirəm Sevda müəllimə. Çox sağ olun. Çox sağ olun müəllimə, sağ olun. Siz sağ olun. Sonra başqa sual-cavab olunmaq istəyən varmı? Müəllimlər. Yoxdur. Onda gəlin mən biraz məlumat verim. Arzu müəllimə sual-cavab olunmaq istəyirsinizsə? Arzu bəylərova. Öyrənmisiniz fiziki mədəniyyət, sensor inkişaf? Salam, axşamınız xeyir müəllim. Hər vaxtınız xeyir can. Öyrənmisiniz? Səriştə və təsnifatları öyrənmişəm. Səriştələr öyrənmisiniz. Can, onda sizlə bir ümumiləşdirək, ondan sonra mən məlumat verim. Səriştələrdə ümumilikdə hansı kateqoriyalarımız oldu? Üçdür də fəaliyyət,
Aha. Fəaliyyət, təfəkkür və dəyərlərdir. Hərəsi 5-5 bölünür. Aha. Hərəsinin özünün 5 qolu var da, müəllimə. Təfəkkürdə yaradıcı və kreativdir, tənqidi təfəkkürdür, problem həll etmədir, qərar qəbul etmədir və müstəqil öyrənmədir. Fəaliyyətdə ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlılıq, informasiya savadlılığı, maliyyə savadlılığıdır. Dəyərlərdə də milli kimliyin dərkidir, iftixar hissidir, fəal vətəndaş mövqeyidir, şəxsi sosial məsuliyyətdir, demokratiya və insan hüquqlarına hörmətdir və mədəni müxtəlifliyə hörmətdir. Bunlar hərəsi də, bunların özü də bölünür və məktəbə hazırlıq qrupundan bunlar öyrədilir uşaqlara. Tənqidi təfəkkürlə qərar qəbul etməni necə fərqləndirək? Məsəl üçün, bayaqdan müəllimlər görürəm ki, ən çox tənqidi təfəkkürdür, problemli vəziyyətdir, bir də qərar qəbul etmədir. Bunda biraz çətinlik yaşayır. Müəllimə, tənqidi təfəkkürdə əsasən müzakirələr olur, sual-cavablar olur. Qərar qəbul etmədə də belədir ki, uşaqlara hansısa bir qərarın qəbul edilməsini tövsiyə edirlər də. Məsəl üçün, mən belə başa düşürəm ki, qərar qəbul etmədə uşağa hər hansı bir söz deyirik ki, bax, məsəl üçün deyirik də, mağazaya girmişik, 2 paltar var, bax, bunu da göstərək, bunu da göstərək. Hansını istəyirsən? Seçim veririk. Seçim haqqı tanıyırıq da. Hə, seçim haqqı veririk ki, hansını istəyirsən, öz qərarını, yəni öz düşüncən, öz tərzin olsun, öz fikrin olsun. Bu olur qərar qəbul etmə. Tənqidi təfəkkürdə də əsasən müzakirələr olur. Doğrudur. Tənqidi təfəkkürdə əsasən əsaslandırmalar, sonra sual-cavablar, müzakirələr, fikrin öyrənmələr, belə. Bunlar öz əksini tapır. Problem həll etmədə? Problem həll etmə, hər hansı bir problem verilir və deyirik ki, bu problemi necə həll edərsən? Burada da sual-cavablar olur və uşaq o problemin həlli yollarından nə qədər başa düşürsə, bir o qədər də izah etməyə çalışır ki, bunu belə eləyərəm, bunu elə eləyərəm. Məsəl üçün, deyək ki, bağçalarda ekologiyaya aid hər hansı bir tədbirlər keçirirlər və biz o tədbirlərdə uşaqlara sual veririk ki, deyək ki, ətraf aləmi necə təmizləyərik? Uşaqlar da özləri cavablandırırlar ki, məsəl üçün, zibili yerə atmarıq. İndi uşaqlar da öz düşüncələri tərzində zibili yerə atmarıq, ətrafa tüstü hava buraxmarıq, ocaq yandırıb ətrafa tüstü ilə boğmarıq, yaxud canlılar olan yerdə deyək ki, heyvanlara yaxşı davranarıq, ağacın budağını sındırmarıq. Yəni, belə, mən belə başa düşürəm. Düzdür, bəli, doğrudur. Burada artıq problem həll, yəni problemli vəziyyətlə problem həll etmə sanki bir-birini tamamlayır da, hə. Müzakirə ilə tənqidi təfəkkür bir-birini tamamlayır. Həmçinin problem həll etmədə, qərar qəbul etmədə müəyyən qədər rol oynayır. Yəni hamısının içində sanki hər birindən biraz var. Məsəl üçün, problemi həll etmək üçün birinci növbədə, üzr istəyirəm, sözünüzü kəsirəm. Birinci növbədə məsələyə tənqidi yanaşmalısan, yaxşını pisdən seçməyi bacarmalısan ki, həmin problemi düzgün formada qərarın qəbul edib sonra onu həll edəsən. Yəni seçimin edəsən ki, mən. Aha, sonra müstəqil öyrənməyə də gətirib çıxardır. Bunların hamısı sonda gətirib müstəqil öyrənməyə çıxardır. Bəli, bəli. Hamısı bir-biri ilə sanki zəncirvari formada əlaqəlidir. Məsəl üçün, layihə əsaslı təlim modelini görən zaman mən avtomatik ağlıma həmişə yaradıcılıq və problem həll etmə yanaşı gəlir. Sonra yeri gəlmişkən, hansı güşələrdə uşaqlarda problem həll etmə səriştəsini formalaşdırarsınız? Hansı güşələrin sayəsində uşaqlarda problem həll etmə səriştəsini aşılamış olarsınız? Elm güşəsində ola bilərmi? Olar, birbaşa olar. Sonra elm güşəsində, təbiət güşəsində. Təbiət güşəsi. Təbiət güşəsində daha çox şəxsi sosial məsuliyyət olar. Problem həll etmə olar təbiət güşəsində, məsəl üçün. Stolski oyunlarda da elə biləm olar, müəllim, eləmi? Hər hansı bir, məsəl üçün, puzzleları qoyuruq. Puzzleları qoyuruq, deyirik ki, bunu yığ, necə yığarsan? Rənglərə uyğun, məsəl üçün, hissələri axtarır, tapır, puzzle qoşur. Bəli, bu formada.
Düz dedimmi müəllimə? Müəllimə Bəli, üzr bəli. istəyirəm. Mən daha çox müstəqil öyrənməklə qərar qəbul etməni çox qarışdırıram. Xahiş edirəm, onu biraz geniş məlumat verə bilərsiniz, zəhmət olmasa. Üzr hesab eləyim müəllimə, sizin də böldüm sizi. Eybi yoxdur. Eybi yoxdur, hər sözdə bir şey var. Müəllim, Müstəqil bəli. öyrənməklə Hocadan nəyi? bir məsələn qayda kimi götürür. Müstəqil öyrənməklə qərar qəbul etməni çox qarışdırıram. Açar sözümə olsun, nəsə bax onu tapmaqdan ötürü. O biriləri başa Müəllimə, düşür. müstəqil öyrənmədə həmişə öz sözünü tapırsınız. Öz. Yəni necə ki Montessori yanaşmasını öyrənəcəyimiz zaman deyəcəyik ki, orada öz harda varsa, deməli orada Montessori var. Eləcə də harda öz varsa, orada səriştələrdən müstəqil öyrənmə var. Seçim vermək. Bir növ demokratik təhsil mühiti qərar qəbul etmədir. Yəni məsəl üçün hansını sevirsən, hansını seçirsən, hansını istəyirsən, bunu artıq bu qərarı uşağın öhdəsinə verirəm. Yəni nəyi istəyirsən, nəyi yemək istəyirsən, bu artıq sənin seçimindir. Seçim, yəni uşağa məcbur etmirəm. Universal öyrənmə dizaynı öyrənmişik biz. Universal öyrənmə dizaynının əsası nədir? Uşağın özünün qərar qəbul etməsi. Yəni bir növ universal öyrənmə dizaynının əsasında biz uşaqda birbaşa olaraq nəyi formalaşdırmış oluruq? Qərar qəbul etməyəni də formalaşdırmış oluruq. Çünki uşaq nə edir? Özü öz seçimini edir. Yəni uşaq yönümlülük prinsipini elə bir burada qoruyur da. Ona aid harda gördüksə onu götürürük. Bəli, birbaşa olaraq. Aydın oldu mu? Yəni bu bir növ orada rol oynayır ki, uşaq öz seçimini etsin. Belə yadımızda qalsın. Bu formada. Hə, təşəkkür edirəm Arzu müəllimə. Başqa nəsə qaldı mı səriştələrdən demədiyimiz? Şəxsi sosial məsuliyyətdə dedik. Bir dənə problem həll etməni mənə siz rəsm güşəsində də deyin. Görüm rəsm güşəsində biz uşaqlarda problem həll etmə səriştəsini necə formalaşdırırıq? Əslində rəsm daha çox yaradıcılıqdır məqsəd olaraq. Amma siz mənə izah edin görüm. Rəsm güşəsi vasitəsilə uşaqlarda problem həll etmə səriştəsini necə formalaşdırarsınız? Məsələn, mən öz fikrimi deyirəm, bunu heç yerdə bəlkə də oxumuşam yadımdadır. Məsələn, hər hansı bir deyək ki, bir vərəqə deyək ki, 2 dənə nöqtə qoyaram, deyərəm ki, bax bundan nə düzəltmək olar? Uşaq gələr, onunla məsələn dairə çəkər, elə hesab edək ki, bu adamdır, yəni nəsə. Yəni nə bilim, bəlkə də mən qoyduğumu o başqa bir şey çəkər. Bəlkə də mən düz izah eləmədim müəllimə. Belə edərsiniz də, məsəl üçün baxırsınız, bu günlərim, tutaq ki, günəş sarı rəngdədir, əlinizdə sarı qələm yoxdur, tutaq ki, sarı boya yoxdur da. Belə tutaq, ən primitiv bir misal gətirək. Deyirsən ki, Ayxan, Gülnar, Gülşən, biz necə edək ki, günəşi sarı rəngə boyaya bilək? Yəni, bunun üçün biz hansı rəngləri qatmalıyıq? Məsəl üçün, biz nədən istifadə etməliyik? Biz necə edək ki, günəşi sarı rəngə boyaya bilək? Sarı rəngimiz yoxsa, uşaqlar, necə edək? Neyniyək? Nədən istifadə edək? Artıq uşaq neyniyir? Onun üçün bir problemli vəziyyətdir da bu. Başlayacaq onun həll yolunu tapmağa, çıxış yolunu tapmağa ki. Həll yollarını axtarırlar ki, biz necə edək? Nədən sarı rəngi alaq ki, biz onu çəkə bilək, günəşi şəklini çəkməyə çalışaq. Günəşi o rəngə boyaya bilək. Yəni, bu artıq uşaqda nəyi formalaşdırdı? Birbaşa olaraq problem həll etmək. Baxın, problemi həll edərkən uşaqda həm də nə formalaşır? Sanki bir yaradıcılıqda. Çünki onu həll etməsi üçün bir kreativlik də olmalı. Axtarır, yaradıcılıq inkişaf edir onlarda da. Bəli. Yəni, bu formada yadımızda qalsın. Bəzən də yeni ideyalar ortaya çıxır da müəllimə. Bəli, yeni ideyalar. Bəzən bizim fikirləşmədiyimizi onlar bəzən olur ki, biz fikirləşmirik, amma onlar elə fikirləşir ki, həmən bunu bilir. Məndə olub ki, müəllimə, mən adi bir vərəqin üzərinə bir qara nəsə belə toçka çəkmişəm, demişəm buna nə etmək olar? Gəlmişəm, görmüşəm ki, uşaq onun ətrafına da nəsə 6 dənə ayaq çəkib deyir ki, həşəratdır, ya böcəkdir, yəni nəsə də bir. Hə, belə qalırsan ki, hə, bunu fikirləşir. Mən amma ürəyimdə başqa şey nəzərdə tutmuşdum. Amma onu eləyir. O da bir yaradıcılıq olur. Yaradıcılıqdır. Məsəl üçün, sabah deyə bilər ki, uşağın perspektiv gələcəyə yönəlik, irəliyə dönük fikirlər, məsəl üçün. Baxın, onun özündə də yaradıcılıq var. Yəni, perspektivi müəyyən etmək, alternativ fikirlər, alternativ ideyalar. Yollar. Yəni,
Bəli, müxtəlif yollardan istifadə etmək. Bunlar hamısı hansı səriştədədir? Yaradıcılıq. Yaradıcı, təfəkkürün yaradıcı Yaradıcılıq kreativliyi. Bəli, səriştəsində öz əksini tapır. Doğrudur. Müəllimə, neçə cür müəllim yanaşması var? Mən onu bilmirəm. Reaktiv müəllimə var, proaktiv müəllimə var. 2 cürdür. Reaktiv müəllimə. Aha, bir var Proaktiv. reaktiv. Aha. Reaktiv mənə gəlir ki, yeniliyi gətirəndir. Reaktiv mi? Yox, siz onu qarışdırdınız. Reaktiv nədir? yox. Reaktiv iş işdən keçmiş olur. Müəllimə iş işdən keçəndən sonra müdaxiləsini edir. İki uşaq dalaşır, dalaşandan sonra ayırmağa çalışır. Valideyn şikayətə gəlir, valideyn şikayətə gələndən sonra ona özünü isbat etməyə çalışır. Bu reaktiv yanaşmadır. Çünki artıq iş oldu, müəllimə sonradan müdaxiləsini etdi. Amma proaktiv müəllimə necə müəllimədir? O iş Amma hər şeyin olmamışdan, qarşısını alan. bəli, əvvəlcədən valideynə, məsəl üçün, ilin əvvəlində valideyn iclasını təşkil edir, il ərzində görüləcək fəaliyyətləri, uşaqların təmizliyi, gigiyenası ilə bağlı bütün məlumatları onlara verir. Artıq sabah bununla bağlı bir problem yaşamır. Uşaqların dırnaqları tutulu olmalı, tutulu vəziyyətdə gəlməlidir. Yəni heç bir uşağın dırnağı uzun olmamalıdır. Uşaqlar bağçaya gələrkən çimməlidir, təmiz olmalıdır, saçları yağlı olmamalı. Bunun hamısını bir qayda olaraq biz valideynə ilin əvvəlindən deməliyik. Məsəl üçün, uşaq artıq, necə deyim, dırnaqları uzun vəziyyətdə gələndən sonra demirik. Niyə görə demirəm? Əgər desəm reaktivəm. Amma deməyib əvvəlcədən bu hadisələr baş verməmiş onun qarşısını alsam, proaktivəm. Çünki hər şeyi əvvəlcədən düşündüm. Aydın oldu mu? Mübahisə baş verməmiş, mən növbə strategiyasını düzgün formada məşğələ prosesində istifadə edə bilirəm. Məsəl üçün, deyirəm ki, uşaqlar, birinci püşk atırıq. Püşk sırasına görə birinci kim olsa o oyunu oynayacaq. Artıq mübahisə düşməmiş də mən bunu özüm həll etdim. Bir də var, mübahisə düşür. Uşaqlar bir-birin, necə deyərlər, ətini yeyəndən sonra mən deyirəm ki, uşaqlar, indi püşk atacağıq. Bu artıq mənim reaktiv müəllim olmağım deməkdir. Yəni, hər şeyi... Amma əvvəlcədən olanda proaktiv olur, hə? Bəli, proaktiv olur, bəli. Əvvəlcədən, sabah müsahibədə sizə sual versələr ki, Arzu müəllimə, bir valideyn sizə şikayətə gəlir ki, məsəl üçün, mən orta qrupda mənim övladıma qayçı verilməsini istəmirəm. Neyniyərsiniz? Siz orada o komissiya üzvünə 100 də deyin ki, mən bunu edərəm, belə edərəm, valideynin könlünü belə alaram, belə deyərəm. Onlar üçün o düzgün olmayacaq. Niyə görə? O sizi artıq başa düşdü ki, siz reaktivsiz. Əvvəlcədən yanaşmadınız, sonradan yanaşdınız. Proaktiv olsaydınız, deyərdiniz ki, mən bunun olmasını gözləməzdim. İlin əvvəlində orta qrupdayamsa, valideynləri toplayardım iclas şəklində. Və onlara məlumat verərdim ki, biz bu il orta qrupdayıq və orta qrupdan etibarən uşaqlar qayçı ilə məşğul olmalıdır. Bu artıq bir qaydadır. Bu dövlət tərəfindən təsdiq olunmuş bir rejimdir. Bunu artıq mən neynədim? İlin əvvəlindən dedim. Bir də var, fəaliyyət baş verir, ondan sonra deyirəm. Yəni, ona görə hər şeyi əvvəlcədən düşünməlisiniz. Yəni, ən azından etməsəz belə, müsahibədə sizə sual verilən zaman, sanki edirmiş kimi yanaşmağı da bacarmalısınız ki, yəni, o mərhələdən də adlaya biləsiniz. Çünki bilirəm, başa düşürəm, çətindir, hər şeyi əvvəlcədən kimlərəsə çatdırmaq, amma inanın mənə, bunu əvvəlcədən etsəz, sonradan canınız o qədər incilməz. Çünki bir var, proses baş verir, o sizi daha çox yorar. Amma bir də var, proses baş verməyib, siz onun qabağını, qarşısını indidən alırsınız. O daha gözəldir. Ona görə proaktiv və reaktiv deyilən zaman avtomatik ağlınıza bu gəlsin. Yaxşı? Aydınım, Arzu müəllim. Başqa bir çətinliyimiz, sensor inkişafla bağlı məqamlarımız varmı qaranlıq qalan? Yoxdur ki. Sensor inkişafda deməli sensor təcrübə oldu tək oyun dönəmi. Sensor tərbiyə oldu daha çox müəllim-uşaq münasibəti. Tərbiyəçi sözünü harda görsək. Tərbiyəçi uşağı rəngləri öyrədir. Tərbiyəçi uşaqlara rəngləri fərqləndirməyi öyrədir. Kim öyrədir? Tərbiyəçi. Deməli, burada nə var? Tərbiyə edən var. Tərbiyə edən olan yerdə nə var? Sensor tərbiyə var. Sensor təcrübədə nə var idi? Sensor təcrübədə sırf olaraq uşağın özünün təcrübə topladığı tək oyun dönəmi var idi ki, uşaq özü
ətraf aləmi hiss üzvləri vasitəsilə, analizatorları vasitəsilə dərk edərək qavramağa çalışırdı. Mədəniyyətdə nə var? Artıq uşaq mədəniyyətə yiyələnib. Artıq hər şeyin gözəlini, hər şeyin yaxşısını, hər şeyin ən qəşəngini neynir? Müqayisə edir, fərqləndirir və bilir ki, nə pisdir, nə yaxşıdır, nə qəşəngdir, nə gözəldir, nə keyfiyyətlidir. Hətta oyuncağı belə əlinə alanda, məsəl üçün, artıq o oyuncaq, məsəl üçün, ona iy verirsə, plastik qoxusu varsa, onu sevmir, atır kənara. Çünki artıq uşaqda mədəniyyət var. Artıq sensor etalon dönəmində isə siz demədən, siz göstərmədən uşaq onu beynində canlandırır. Uşaq artıq onu beynində təsəvvür edir. Məsəl üçün, mən üçbucaq deyirəm, artıq üçbucağı çəkməsəm belə lövhədə, uşaq avtomatik onu beynində canlandırır. Niyə görə? Çünki etalona sahibdir. Yəni, bunları bilsəz kifayətdir. Bu da sensor inkişafın əsas xüsusiyyətləri. Səriştələri də inanıram ki, bugünkü sual-cavabla tam olaraq möhkəmləndirə bildik. Fiziki mədəniyyətdə də müəllimlər, əsas məqam nə idi? Bayaq sual verdim müəllimlərə. Testlərini atmışam onsuz da. Bugün sizə əlavədə bir dənə mövzu verəcəm. Gün rejimini verəcəm ki, çox da geridə qalmayaq. Gün rejimi çox sadədir. Sizin çərçivə sənədinizdə yoxdur. Yəni, bu yeni çərçivə sənədində yoxdur, amma bilməliyik deyə düşünürəm. Çünki ola bilər ki, sürpriz bir sual kimi sabah imtahana bir sual düşsün. Ona görə mən hər tərəfli şəkildə proqrama olmayan bəzi mövzuları da əlavə etmişəm və onları sizə öyrədəcəm. Yəni, atacam, baxacaqsınız, fiziki mədəniyyətlə bir yerdə, onu da gələn dərsdə sizdən soruşacağam. Amma fiziki mədəniyyəti bu gün özüm izah edəcəm. Fiziki mədəniyyətdə əsas məqam nədir? Fiziki mədəniyyətdə əsas məqam budur ki, fiziki mədəniyyət 1.3 standartıdır birbaşa olaraq. 1.3 standartı nədir? 1.3 səhv dedim, üzr istəyirəm. 1.1 standartıdır. 1.1 standartı nə idi? Fiziki hərəkətləri yerinə yetirir. Yəni, fiziki hərəkətləri yerinə yetirir standartında biz uşaqların çevikliyinə, sürətinə, gücünə, orqanizminin möhkəmlənməsinə əsasən yönəlik hərəkətlər verərək onları fiziki cəhətdən inkişaf etdirirdik. Və fiziki mədəniyyət məşğələsi orta qrupdan etibarən təşkil olunur. Birinci, ikinci körpələr qrupunda hərəkətlərin inkişafı olaraq adlanır. Orta qrupdan artıq fiziki mədəniyyət olaraq bizim fəaliyyətimizə daxil olur. Fiziki mədəniyyət anlayışı uşaqların bir növ sadəcə cismani deyil, həm də onların mənəvi cəhətdən də güclülüyü kimi başa düşülür. Amma bu mənəvi cəhətdən güclülüyü o demək deyil ki, uşaq xeyirxah olsun, məsəl üçün fiziki mədəniyyətdə. Uşağın fiziki cəhətdən, yəni fiziki mədəniyyətin məqsədi uşağın xeyirxah olması və yaxud ətrafa qarşı qayğıkeş olması deyil. Bundan səhv salmayaq. Sadəcə olaraq fiziki mədəniyyətdə uşaq həm cisim formasında bir fiziki cəhətdən, həm də mənəvi cəhətdən də artıq mədəniyyətə yiyələnmiş olur. Və fiziki mədəniyyətdə əsas məqsəd uşağın sağlam, fiziki cəhətdən normal şəkildə inkişaf etməsi, çevik, dəyanətli, qüvvətli və bədəncə gümrah böyüməsidir. Fiziki mədəniyyət məşğələsində iş formaları rəsmi qaydada frontal, fərdi və qruplardır. Frontalı bayaq müəllimə də dedi. Frontal daha çox front, ingilis dilindən qarşısında, önündə deməkdir. Və frontal iş formasında müəllimə qarşıda dayanır, uşaqların qarşısında dayanır. Və eyni anda eyni hərəkətləri edir. Uşaqlar da onunla bərabər edir. Məsəl üçün, buna ən gözəl nümunə kim sevirsə idmanı. Müəllimə bunu səsləndirə hərəkətləri edir. Uşaqlar da onunla bərabər eyni anda eyni hərəkətləri icra edir. Baxın, bu artıq nədir? Bu artıq frontal iş formasıdır. Çünki eyni sözü bizim üçün açar sözdür. Eyni an, eyni hərəkət. Eyni sözün gördükcə frontalı tapmış olacağıq. Və frontal iş formasından daha çox köhnə hərəkətlərin möhkəmləndirilməsi, yeni hərəkətlərin öyrənilməsi zamanı istifadə olunur və ən çox məşğələnin əsas mərhələsində istifadə olunur. Daha sonra, yəni bir növ o kollektiv sözü də burada yer alır. Yəni kollektiv iş formasının əvəzinə frontal iş forması sanki hal-hazır ki,
fiziki mədəniyyət məşğələsində özünü göstərmiş olur. Fiziki mədəniyyət məşğələsində hansı iş formalarından istifadə olunur dedik? Frontal, fərdi, bir də qrup. İş üsullarından da daha çox müəllimlər mənə sual verir ki, müəllimə, fiziki mədəniyyətdə hansı iş üsulları daha çox yazılmalıdır? Fiziki mədəniyyətdə daha çox oyunları yazırıq. Sonra əqli hücumu yaza bilərsiniz, sualları yaza bilərsiniz. Müzakirə yazmırsınız. Çünki müzakirə o deməkdir ki, orada daha çox söhbətə yönəlik, orada daha çox əsaslandırmalar keçir. Amma fiziki mədəniyyətin məqsədi bu deyil axı. Yəni, burada məqsədimiz ünsiyyət deyil, burada məqsədimiz idrac deyil. Burada məqsədimiz uşağın bədən cəhətdən, fiziki cəhətdən inkişafını təmin edib, onu sağlam bir şəkildə yetişdirmək və gələcək üçün təməllərini atmaqdır. Yəni, ona görə fiziki mədəniyyətə müzakirə bir o qədər uyğun gəlmir. Daha sonra birinci və ikinci körpələr qrupunda isə hərəkətli oyunlardan istifadə etmək məsləhət görülür. Daha sonra fərdi iş forması var ki, fərdi iş formasında hər bir uşaq ayrı-ayrılıqda. Yəni, fərdi iş formasının açar sözü ayrı-ayrılıqdadır. Tərbiyəçi nəzarəti altında yenə uşaqlar ayrı-ayrılıqda onlara verilən hərəkəti yerinə yetirir və uşaqlar, bir uşaq, məsəl üçün, digər uşağın hərəkətini izləyir və izləyərkən onun müsbət mənfi tərəfini də özü üçün o beyninə sanki qeyd edir. Yəni, başa düşür ki, məsəl üçün, o edən hərəkəti mən özüm üçün necə edə bilərəm? Necə etsəm daha düzgün olar? Yəni, onu beynində sanki bir sistemləşdirərək, analiz edərək təhlil etməyi bacarır fərdi iş formasında və fərdi iş formasının digər açar sözü budur ki, ən çox uşağın ehtiyat elədiyi hansı ki, hərəkətlər var. Məsəl üçün, irəli, hündürlüyə, tullanma kimi hərəkətlərin icrası zamanı biz xüsusilə fərdi iş formasından istifadə etməliyik. Qruplarla iş forması zamanı uşaqlar bir neçə qrupa bölünəcək. Hər qrupa özünə məxsus şəkildə fəaliyyətlər veriləcək. Məsəl üçün, bir qrupa halqadan keçmək, bir qrupa ipdən atlamaq, bir qrupa, tutaq ki, deyirəm, masaların arxasıca dövrə atmaq. Yəni, hər qrupa müxtəlif fəaliyyət verilir və hər qrup öz üzərinə düşən fəaliyyəti yerinə yetirəndən sonra digər qrupun fəaliyyətini də icra edir. Sanki təkrarlanır, sanki dövr edir. Bu qruplardadır. Bir də var, ədəbiyyatlarda rəsmi şəkildə bizə verilməsə də, amma imtahanda düşə biləcək iş forması konveyer. Konveyer də çox sadədir. Yəni, biz riyaziyyat məşğələsində seriasiya öyrənəcəyik. Məsəl üçün, orada sıra var, ardıcıllıq var. Sanki fiziki mədəniyyətdə də konveyer odur. Yəni, bir ardıcıllıq olan yerdə konveyer özünü göstərəcək. Sıra olan yerdə, ardıcıl şəkildə hərəkətlərin icrası olan yerdə konveyer iş forması, estafet olan yerdə konveyer iş forması özünü göstərəcək. Estafet nədir? Məsəl üçün, mən artıq bu fəaliyyəti yerinə yetirəm, indi ötürürəm onu tutaq ki, Lalə müəlliməyə. Artıq sıra ondadır. O icra etməlidir. Yəni, bu artıq nə deməkdir? Konveyer deməkdir. Bu formada yadımızda qalsın iş formalarımız da. Daha sonra fiziki mədəniyyət məşğələsində uşaqların fəaliyyətləri, hərəkətləri yerinə yetirilməsi üçün bir neçə metoddan istifadə olunur. Hansı metodlardır? Hərəkətlərin izah edilib göstərilməsi. Yadınızda qalsın. Bir var, mən sizə videonu atmışam, düzdürmü? Məsəl üçün, o videonu atmışam, amma indi canlı dərs prosesində izah etməyim tamam başqadır. Bir var, görəsiz, görmək də yaxşıdır. Bir də var, canlı onu dinləyəsiz. İkisi bir arada olanda çox effektiv olur. İndi uşaq üçün də bu belədir. Məsəl üçün, uşaq ola bilər ki, gördü, amma anlamadı. Anlaması üçün nə lazımdır? İzah etmək lazımdır. İzah etmək üçün də müəllimə həm göstərir, həm də izah edir. İkisi bir arada. Həm göstərib, həm izah etmək effektiv şəkildə uşağın həmin hərəkəti başa düşərək etməsinə də şərait yaradır. Birinci bu. Sonra hərəkətlərin təkrarlanması gəlir, hansı ki, artıq uşaqlara müəllimə izah edərək hərəkəti göstərdi. İndi sıra uşaqdadır, hərəkəti təkrarlayacaq. Sonra müəllimə artıq konkret tapşırığı verib, hərəkəti uşağa öyrədib, ən sonda isə hərəkəti möhkəmləndirərək fəaliyyəti yekunlaşdıracaq. Bu formada yadımızda qalsın. Daha sonra fiziki tapşırıqları öyrənmə mərhələsi var. İlkin tapşırıqlar yenə pedaqoq hansı ki, sizlər tərəfindən göstəriləcək. İkinci əsas məqam təkmilləşdirilmiş öyrənmə. Məşğələ prosesində siz onu uşaqda təkmilləşdirəcəksiniz. Üçüncü möhkəmləndirib
ən sonda artıq icra texnikasının təkmilləşdirilməsi, yəni uşağın orada bir özünün yaradıcılığı da artıq ən sonda özünü göstərmiş olacaq. Yəni artıq uşaq bacarır, bacarıqdan sonra uşaqda vərdiş formalaşır. İcra texnikasının təkmilləşməsi budur da. Yəni artıq uşaq onu o qədər təkrar edir ki, artıq uşaqda nə formalaşır? Vərdiş avtomatlaşmış rejimdə artıq vərdiş formalaşır və bu hərəkətlər vərdişə çevrilir. Yüksək səmərə verməsi üçün fiziki mədəniyyət məşğələsinin qarşıya bir çox tələblər qoyulub. Bu tələblər zaldır, idman meydançasının hazırlanmasıdır, məşğələ planının düzgün tərtib olunmasıdır, tərbiyəçi müəllimin məşğələyə hazırlığıdır, məşğələnin təşkili və məşğələnin keçirilmə metodikası olaraq özünü göstərir. Tərbiyəçiyə verilən tələblər fiziki hərəkətlərin nümayişi zamanı müxtəlif təlim metodlarından istifadə etməkdir. Sonra uşaqların hərəkətləri və əhval-ruhiyyəsinə nəzarət etməkdir. Nitq mədəniyyəti, hansı ki biz prinsiplərdən, etik davranış prinsiplərindən nə demişdik? Mədəni davranış, etik davranış prinsipi. Yəni müəllimənin nitqi, səs tonu mülayim formada olmalıdır. Nəzakətli və xoş əhval-ruhiyyədə olmalıdır. Məşğələni düzgün formada yekunlaşdırmağı bacarmalıdır. Fiziki mədəniyyət 3 hissədən ibarətdir. Hansı ki, əvvəllər biz buna giriş, əsas və yekun hissə deyirdik. Yeni Artinin özünün bizə təqdim etdiyi mənbədə isə bu mərhələlər artıq giriş hissə hazırlayıcı mərhələ olaraq, əsas hissə ilə əsas hissə olaraq qalır. Yekun hissə isə tamamlayıcı mərhələ olaraq qeyd olunmaqdadır. Giriş mərhələsində bizim əsas məqsədimiz nədir? Yəni hazırlayıcı mərhələdə adından da məlumdur. Hazırla. Yəni uşağı aktiv mərhələ üçün hazırla. Nə edirik? Maraq oyadırıq uşaqda. Əhval-ruhiyyəsini yüksəldirik uşağın. Diqqətini cəmləşdiririk uşağın. Hazırlıq dərəcəsini yoxlayırıq və onu əsas hissəyə addım-addım hazırlamış oluruq. Və burada biz uşağın sağlamlığı üçün bu mərhələ xüsusilə önəmlidir. Çünki 3-5 dəqiqə biz burada isidici hərəkət veririk və həmin isidici hərəkət hesabına uşağın fiziki fəallığını artırıb, fiziki fəallığını hazırlayıb, onu bir növ zədələnmələrdən qorumuş oluruq. Yəni ki, uşaq zədələnmə almasın, zədə almasın. Və artıq hazırlayıcı mərhələdə biz yerimə, qaçma, pəncə, daban üstündə gəzmə, qrupun istiqamətini dəyişməklə gəzmə, qaçma, ilanvari yeriş, cütlərlə gəzmə, əşyalar arasında bir-birinin ardınca dağınıq halda gəzmə və digər hərəkətləri uşaqlara vermiş oluruq. Giriş isə, yəni hazırlayıcı mərhələ kiçik qruplarda 2-4 dəqiqə, orta qrupda 3-5 dəqiqə, böyük qruplarda və məktəbə hazırlıq qrupunda isə 4-6 dəqiqə olaraq özünü göstərəcəkdir. Əsas hissədə əsas məqsəd nədir? Əsas hissədə əsas məqsəd artıq uşaqların fiziki hazırlığını inkişaf etdirib, onlarda fiziki hərəkətləri öyrədib, hərəkətli oyun, yəni ən dinamik da belə deyim, elmi cümlələrdən kənara çıxsaq, ən dinamik, ən hərəkətli mərhələ əsas mərhələdir. Məsəl üçün, əsas mərhələ ilə dərk etmə mərhələsini fərqləndirsək, dərk etmədə hərəkət az olduğu halda idraki məşğələlərin dərk etməsində, fiziki mədəniyyətin əsas mərhələsində isə hərəkət daha çoxdur. Uşağın ən dinamik, ən hərəkətli, ən belə yarışla məşğul olduğu mərhələ əsas mərhələdir. Daha sonra burada əsasən ümumi inkişaf etdirici hərəkətlərdən istifadə olunur. Məsəl üçün, ümumi inkişaf etdirici hərəkətlər də nədir? Ümumi inkişaf etdirici hərəkətlərə biz pozaları deyirik, hansı ki, qartal, köpək, flamingo, ilan. Məsəl üçün, bu hərəkətlər uşaq üçün tanışdırsa, yeni deyilsə, uşağın bədəni bu hərəkətə alışıbsa, bilirsə, tanıyırsa, onu biz veririk isidici hərəkət kimi giriş mərhələdə, yəni hazırlayıcı mərhələdə. Yox, məsəl üçün, flamingo ilə uşağın bədəni, flamingo pozası ilə uşağın bədəni tanış deyil, uşaq o hərəkətə yaddır. Onda biz o ümumi inkişaf etdirici hərəkəti veririk əsas mərhələdə. Yəni, onu artıq uşaq edəcək əsas mərhələdə yeni bir hərəkət kimi onu istifadə edəcək. Bu formada yadımızda qalsın. Sonra gəldik ümumi inkişaf etdirici hərəkətlərdə müəllimlər.
əsas etibarən belə yadınızda qalsın ki, ümumi inkişaf etdirici hərəkətlərdə pozaların bəziləri ola bilər imtahana düşsün. Onu da yadınızda bir neçə açar sözlə çalışarsınız, yadınızda saxlayasınız. Məsəl üçün zürafədə necədir və yaxud ilanda necədir? Yəni özünüz üçün də belə deyim, hər ehtimala qarşı hazırlıqlı olaq. Bu formada yadımızda qalsın. Əsas hissə kiçik qruplarda bilirsiniz fiziki mədəniyyət məşğələsi olmadığı üçün orada biz onu deməyəcəyik. Orta qrupdan etibarən əsas hissəni biz daha çox 15-18, böyük qrupda 20-22, məktəb hazırlıqda isə 25-28 dəqiq olaraq müəyyən edirik. Sonra yekun hissə gəlir ki, yekun hissənin adı tamamlayıcıdır. Burada artıq uşağın orqanizmini necə ki birdən-birə hərəkətə keçirmirik, eləcə də birdən-birə dayandıra bilmərik. Çünki o artıq uşaq üçün bir ziyandır da, belə deyək, təhlükədir. Ola bilər ki, birdən-birə dayandıraraq uşağın ürəyinə zərbə vurmuş olarıq, orqanizmini ciddi şəkildə zədələmiş olarıq. Bunun üçün nə edirik? Orqanizmi həmin o yaranmış həyəcanlı vəziyyətdən çıxarmaq üçün fəaliyyət veririk və həmin fəaliyyətlərin hesabına tədricən uşağı sakitləşdirərək onu əvvəlki halına geri qaytarmış oluruq. Yəni, daha çox burada uşağın sakit vəziyyətə gətirilməsi, burada buna əsasən bunun üçün bir-birinin ardınca xaotik yeriş zamanı tənəffüs hərəkətləri, yəni daha çox tənəffüsün normallaşması, ürək ritminin normallaşması, uşağın əvvəlki formasına, əvvəlki belə deyək, ritminə qayıtması üçün hərəkətlər asta tonda, yavaş tonda hərəkətlər verərək yavaş-yavaş uşağı ilk öncəki vəziyyətinə geri qaytarmış oluruq və yekun hissədə tamamlayıcı mərhələdə orta qruplarda 2-3, böyük qrupda 3-4 olaraq özünü göstərir. Daha sonra fiziki mədəniyyət məşğələsində əsas məqam nədir? Fiziki mədəniyyət məşğələsində bizim metodlarımız var, hansı ki, əyani, şifahi, praktik metod. Onları da bilməliyik. Niyə görə? Çünki 2023-cü ildə düşmüşdü. Ona görə çalışaq ki, onları da yadımızda saxlayaq. Əyani metod nədir? Əyani adından da məlumdur. Yəni, burada birbaşa olaraq uşaqlar əyani olaraq görmə analizatoru vasitəsilə onu görərək yerinə yetirməlidirlər. Məsəl üçün, əyani olaraq görür. Necə görəcək? Məsəl üçün, nümayiş edəcəksiniz, göstərəcəksiniz, imitasiya edəcəksiniz. Onu yəni birbaşa olaraq görməsinə şərait yaradacaqsınız da, belə görərək yetməsinə. Bir də var şifahi metod. Şifahidə daha çox uşağın hərəkətləri adlandırmasıdır, onları təsvir etməsidir, sonra müəllimənin izahıdır, müəllimənin aydınlaşdırmasıdır, müəllimənin göstərişidir, müəllimənin sərəncamıdır. Bunlar şifahi metoddadır. Yəni, şifahi metod eşitməyə, əyani metod görməyə, praktik metod isə daha çox hərəkətə, kinestetik fəaliyyətə yönəlikdir. Məsəl üçün, təmrinlərin təkrarı, təmrin hərəkət deməkdir. Yəni, hərəkətləri indi təkrarla. Həmin hərəkətləri təkrarlayaraq uşaqda mənimsənilməsi, oyun vasitəsilə yerinə yetirməsi, yarış metodu, sonra metodların qarşılıqlı şəkildə burada həm əyaninin, həm şifahinin, həm praktikin hər üçünün əlaqəsi kompleks formada bir yerdə həyata keçirilməsi də vacibdir. Yəni, şifahidə eşitmə, əyanidə görmə, praktikdə isə hərəkəti tapmalı olacağıq. Bu formada yadımızda qalsın. Bundan əlavə fiziki mədəniyyətdə prinsiplər də var. Fərdi yanaşma, müntəzəmlilik, tədricilik, şuurluluq və fəallıq, müvafiqlik, bu kimi prinsiplər var ki, fərdi yanaşma ilə diferensiallaşdırma və fərdi yanaşmadan yadınızda saxlayın. Hər bir uşağın müxtəlifliyi özünə məxsusdur. Necə ki, bizlər müxtəlif insanlarıq, hər birimizin özümüzün bir xarakteristikası var. Uşaqlar da belədir və biz də uşaqların o müxtəlifliyini, fərdiyyətini nəzərə alıb, onlara uyğun şəkildə tapşırıqlarımızı verməliyik. Müntəzəmlilik nədir? Müntəzəmlilik ardıcıl, yəni müntəzəm aparda bir işi müntəzəm şəkildə, sistemli şəkildə aparmaq, yəni məşğələnin ardıcıl formada aparılması. Məsəl üçün, əvvəlcə giriş hissədən əsas hissəsinin, əsas hissədən yekun hissəsinin hazırlanmasıdır.
Sonra müntəzəmlikdən sonra var tədricilik. Tədricilikdə fiziki tərbiyə artıq burada tədricən, yəni asandan çətinə doğru. Bir var, birdən-birə uşağa mürəkkəb hərəkəti verəsiniz. Bir də var, yavaş-yavaş onu çətinləşdirəsiniz. Yəni tədricilikdə əsasən asandan çətinə doğru. Bunu da tapsaq tapacağıq. Sonra şuurluluq və fəallıq prinsipi var ki, şuurluluq və fəallıqda da uşaq etdiyi hərəkətin məzmunun başa düşərək onu yerinə yetirir. Yəni bir var, bir hərəkəti başa düşməyərək yerinə yetirəsən, bir də var ki, onu başa düşərək, dərk edərək, onun məqsədini anlayaraq yerinə yetirəsən. Yəni budur. Müvafiqlik də yenə bir növ uşağın hər birinə uyğun, onun anlaq səviyyəsini, yaş səviyyəsini nəzərə alaraq, fiziki səviyyəsini nəzərə alaraq uşağın yaşına, gücünə aid olan tapşırıqları uşaqlara verməkdir. Bu da bizim müvafiqlik prinsipimiz. Yəni fiziki tərbiyə, fiziki mədəniyyət məşğələsi bundan ibarətdir müəllimlər. Bu formada yadınızda qalar. Gələn dərsdə gün rejimi ilə bərabər gün rejimini niyə görə atıram? Ümumi məlumatınız olsun deyə sual edəcəm, sual cavab edəcəm, amma yəni çərçivədə yoxdur. İndi səsləri açın, suallarınızı verin. Sualınız var mı müəllimlər? Yoxdur ki. Hər şey aydındır. Fiziki mədəniyyətin testlərini edirsiniz. Gün rejiminin də testini atacağım. İnternet. Müəllimlər səsim gəlir. İnternetdə problem. İnternet.